Buyurun. Başlayaq mənə. Xəritənin xüsusi miqyasına əsasən A və B məntəqələr arasında ölçülmüş məsafə 40 sm olmuşdur. Bu məntəqələrin yerləşdiyi coğrafi enliklər arasındakı dərəcə fərqi isə 30 dərəcə. Xəritədəki məsafə tərifi 20 kilometrdir. Məntəqələrin eyni meridian xətti üzərində yerləşdiyi nəzərə alaraq xəritənin baş miqyasını təyin edin. Deməli, xüsusi A və B məntəqələr arasında ölçülmüş məsafə 40 sm-dir. Hı hı. Genişliyi. Burada dərəcə fərqi meridian üzərində olduğu üçün 30-u vururuq 111-ə. Bu 3330 eləyir. Aha. Və orada da təhrif olanda, yəni belə bir qayda bilirəm ki, təhrif olan deyirsən onu toplayırıq, elə Bəli, müəllimə? toplayacaqsınız. Olacaq 3350 50 metr, kilometr. kilometr. Aha. İndi biz bunun hansı enlikdə olduğunu necə bilək? Normalda miqyas məsələlərində həqiqi məsafəni xəritəyə böləndə necə miqyası tapmırıq. Burada da həmçinin belə. Bu zaman 3350-ni bölməli nəyə? 40 santimetrə. İndi bölün müəllimə. Hə. Onu böldüm müəllimə. 83,75 eləyir. Variantı olacaq. Aha. Kəsmə yüksəkliyi 25 metr olarsa, horizontal sxemdə göstərilən dərinlik hansı çökəkliyə uyğun gələ bilər? Hı. Deməli 0 metr biz düşürük aşağı. Baxın neçə Biz dənə çökəklik. yaxınlaşdıraq. Kəsmə yüksəkliyi 25-dir müəllimə. Bu çökəklikdir. Çökəkliyin dərinliyini bu hissəni tapmalıyıq biz. Dib hissəsini. 25, 25 biz 5 dənə deyəsən kəsmə Demə yüksəkliyi var. 1, 3, 4, 5. 2, 3, 4, 5. Aha. 5-i vuracaqsınız nəyə? 25-ə vururuq, eləyir 125. Bəli. Aha. Ölüm dərəsi olmaz. Ölüm dərəsi -402 Mənə idi, bir nə dəqiqə. qədər idi? Demək biz 430. burası 0 oldu. Burası 0. Bura neçə olacaq? 25. -25. Bura olacaq Bəli, -50. Sonra -75, -100, -125. Və bunu tapmaq üçün elə bil -125 ilə elə bir yəni çökəklik olmalı 125-dən ki, sonra hansı ədəd olmalıdır ki, 25-ə bölünsün? yəni çökəkliyin ən dərin yeri, yəni mərkəzdəki nöqtə -125 ilə -150 metr arasında yerləşir. İndi gəlin çökəkliklərin dərinliklərinə bir-bir baxaq. Yəni -125-dən kiçik, -150-dən böyük bir ədəd tapmalıyıq. Ölüm dərəsi nə qədərdir? O -80, 6. 40 idi yoxsa 80 idi? -86. Buxar çökəkliyi nə qədərdir? -430 idi. -430 götürək. Assal Cibutidə yerləşir. Afrikanın ən alçaq nöqtəsi -155. 155. Turfan olacaq -154. Karagiye də Qazaxstanda yerləşən -132. İndi hansı uyğun gələcək? -125 ilə -150 arası. 132. Bəli, Karagiye cavab Y variantı olacaq. 3-ə baxırıq indi. Ölçülü cisimlərin günorta vaxtı üçün kölgələrin uzunluqları verilmişdir. Buna əsasən 5 rəqəminə göstərilmiş kölgənin hansı şəhərə uyğun gəldiyini müəyyən edirik. Deməli, birinci Belə bir qayda var. Xankənd Günəş şəhəri. şüaları nə qədər böyük bucaqla düşərsə, həmin ərazidə kölgə o qədər də qısa olur. Ümumiyyətlə Azərbaycan müəllimə şimal yarımkürəsində yerləşdiyi üçün cənubdan şimala doğru getdikcə günəşin düşmə bucağı azalır, amma kölgə uzunluğu artacaq. Yəni bu rayonlardan şimala daha yaxın olanın kölgəsi daha uzun olar. Düzdür müəllimə? Bəli, şimala deməli Balakən 4-ə uyğun gəlir. Bəli, ən uzun kölgə burada bu kölgə uzunluqları verilib. Balakənə uyğun gələcək. Sonra 5-ciyə Şəki uyğun gəlir. bəs ən az kölgə harda olacaq? Ən aşağıda olan rayonda. Hansı rayondur? Zərdabda ən qısa kölgə. Məsələn, 3 Zərdaba uyğun gəlir. İndi bizdən isə nə istəyir? 5-ci məntəqə, yəni bu məntəqəni istəyir. Yəni təsəvvür edin ki, bu ən uzun kölgəyə daha yaxın olan bir Şəki olacaq. Bəli, Balakənə daha yaxın təbii ki, Şəki olacaq. Ona görə də D variantı sualın doğru cavabıdır. İndi keçirik növbəti suala. 5 sual izah edəcəksiniz müəllimə. 4-cü sualı indi izah edin. Yer kürəsində 30 saat qurşağı mövcud olarsa, 40 dərəcəli paralel üzrə yerin öz ox ətrafında orta fırlanma sürəti nə qədərdir? Biz bilirik ki, bundan ötürü biz 360-ı 30-a bölürük də. Bu deyilir 12 saat. İndi müəllimə normal qaydanı birinci deyək. Yer kürəsi normalda 360 dərəcədir də və 24 saat qurşağına bölünür. Yəni biz 360-ı 24-ə böləndə 15 dərəcə tapırıq. Yəni 1 saatda yer kürəsi 15 dərəcə dövr edir, fırlanır. Bu halda indi məsələnin şərtinə görə artıq 24 saat deyil də 30 saat dediyinə görə biz müəllimənin dediyi kimi 360-ı 30-a bölməliyik. Neçə dərəcə 1 saatda fırlanacaq yer kürəsi?
12 dərəcə Bəli, eləyəcək o 15 zaman. idi, burada olacaq 12 dərəcə. 12 dərəcə. Sonra nə deyir? 40 dərəcəlik paralel üzrə yerin öz oxu ətrafında fırlanma sürətini tapın. Bəli, 85.4-dür 40 dərəcəlik paralelimiz. Onu da Bəli, qiymət vururuq 12-yə. 12. Normalda 85,4-ü 15-ə vurub 40 dərəcə paralel, yəni Bakı üçün 1281 kilometr bölünsün saat tapırdıq. Amma burada 12 dərəcə olduğuna görə biz 85,4-ü 12-yə vurub neçə tapacağıq müəllimə? Yəni 1024,8. bəli, 1 saatda qət olunan məsafə bəli 1024,8 kilometr bölünsün saat olacaq. Yəni burada əgər 30 saat qurşağı varsa, yer öz oxu ətrafında tam dövrəni, yəni 360 dərəcəni 30 saata başa vurur deməkdir. 1 saatda da fırlanma sürətinin 12 dərəcə olduğunu tapdıq və 40 dərəcəli paraleldə 1 dərəcəli qövsün uzunluğunu biz 85,4-ü 12 dərəcəyə vurduq. 5-ci sual. Cədvələ əsasən faydalı qazıntıların şərti işarələrinə uyğun gələn doğru əlamətlərin verildiyi sıraları müəyyən edin. Deməli, birinci qala Bəli, birinci qalay qalaydır. Qalaydır, bəli, bu qalayın işarəsidir. Aşağıdakı Wolframdır müəllimə. Qalay Wolfram deyərkən hansı Qalay. region yada düşür? Cənub-Şərqi Asiya. Cənubi Hind, Amerikada Çin, qalay Dəmir ehtiyatı Qafqaz. varmı? Bəli, Boliviyada var. Təbii ki, doğrudur. İndi ən böyük yayılma arealı Hind, Çin və Malakka yarımadaları deyir. Doğrudurmu bu ifadə? Bəli, müəllimə, doğru olur. Bəli, doğru olacaq. 1-ə doğru götürürük. Sonra 2-də hansı işarələrdir müəllimə? Yanacaq mənşəli. Birinci yanar şist idi. Torfdur, bir də qonur kömürdür. Bu torfun Yanar işarəsidir. Bu da yanar şist, daha doğrusu qonur kömürün işarəsidir. Qonur kömür. İndi Bəli, bu da torfdur, düzdür. qonur kömürdür. Bunlar yanacaq mənşəli faydalı qazıntı sayılır da. Düzdür müəllimə? Bəli, Hə. bəli, Ona bəli. görə bunu da biz doğru götürməliyik. 3-ə baxaq. Başlıca ixracatçılar Peru, Çili və Zambiyadır. Birinci boksitdir. Amma ikinci mənə Alüminium da mis gedir, boksit də deyə bilərsiniz. İkinci də bəli, misdir. İndi Peru, Çili və Zambiya. Onlar misdə var. Amma Amma boksit alüminium yoxdur deyə orada. bilmərik də. Bəli, Düzdür? bəli. Aha, bunu Bəli, iki çıxırıq biz çıxır. variantlardan. 4-ə baxaq. 4-də birinci mirablit duzudur. İkinci də deyəsən çökmə duzdur, yoxsa Bəli, nə idi? Bax, Glauber də duzun deyə işarəsi. bilərsiniz, mirablit də deyə bilərsiniz birinci Bəli. bunu. Kalium duzu da aşağıdakı kalium duzu olacaq. İndi Bəli. Glauber duzu olsun, kalium duzu olsun, bunlar müxtəlif duzlara aid şərti işarə Bəli. olur. Bəli, Bəli. doğrudur. Artıq bizim cavabımız hazırdır. Sonra qeyri-filiz mənşəli faydalı qazıntılardır. İşarələri deyin müəllimə. Birincini bilmədim. Birinci olacaq gümüşdür müəllimə. Bax, bu gümüşdür. Gümüş. Amma belə Bəli. olanda ortada bir hissəsi rənglənir, bir hissəsi ağ. Ona qızıl deyilir. Hə. 1, 2, 4 sualın artıq doğru cavabıdır. Bəli, belədir. Hə, amma ki biz digərlərinə də baxmalıyıq da. İndi müəllimə gümüş, bu da olacaq nə? Kobalt. Kobalt. Gümüş və kobalt. Bunları biz qeyri-filiz mənşəli götürə bilərik. Kobaltı yox, amma gümüş Gümüşü olmaz. Bu da qeyri-filizdir. yanlışdır. 6-ya baxaq. Birinci əqiqdir. Qiymətli metallar Bu olub, almazdır ən böyük müəllimə, almaz. Almaz. Almazı İkinci. aşağıdakı platindir. Evet müəllimə, bu 5-ci sırada olan, yəni almazla platin görün uyğun gəlir. Qiymətli metallar olub ABŞ, Kanada, Rusiya, Çin, Hindistan və Avstraliyada. Yox müəllimə. Bu da uyğun Kanada, gəlməz Rusiyada, təbii ki. Əslində platin Kanadada Rusiya olmaz. deyə bilərik, amma məsələn Avstraliyanı deyə bilmərik, Almaz platin Namibiya deyə bilmərik. sahillərində çıxarılır. Aha. Məsələn almaz bəli Namibiya sahillərində daha çoxdur. Saxa Yakutiyada deyə bilərik həmçinin. Aha, burada cavab olacaq A variantı. Doğru sıraları müəyyən edin deyir. Atlas dağlarının müəllim zirvəsi Tupqaldır. Hündürlüyü nə qədərdir Atlas dağlarının? 4165-dir. 4165-dir. Cavan Dağdır üç ölkənin ərazisində yerləşir. Bəli. İndi Mərakeşin ərazisinə düşər Atlas dağları. Bəli, düşür. Bəli, Tunisdir, Əlcəzairdir, Mərakeşdir. Bunların ərazisində yerləşir. Atlas Şimali dağları Afrikada bəli. region kimi düşür. Biri doğru Onu düzdür götürməliyik. deyirik. Aha. Bəli. 2-yə baxaq. İkinci Ant dağlarıdır. Amma müəllim Ant dağlarının zirvəsi İlyambu deyil. 6960 metr. Hə, 60 metr. Aconcagua Hə, dağı. o dağ olacaq. Ona görə də 2 yanlışdır. Kordilyer dağları deyir. Denali ABŞ-ın ərazisində. Kordilyer, Denali, həm də McKinley-dir də bu müəllim, Bəli. həm də Denali. 6194 metr olacaq. 6190. 3-ü doğru götürürük, 4-ə baxaq müəllimə. Bəli. Elbrus, Dəmavət. Müəllim, Elbrus İrana düşmür də. Və İrana düşür. Demək müəllimə El Rus var, sonu Rusla bitən. Dəmavət duzdur.
Elbrus var. Elbrus. Bir de var Hə. Erebus. Erebus. O O Antarktidadadır Antarktida. Erebus. Sonu ursla Hə. bitsə İran da, Rusla bitsə Rusiya tərəf. Yəni Qafqazı deyəcəksiniz. Hə. Yaxşı. Hə. Ursla Elə ona bitdiyinə görə görə hə. müəllimə görürsüz, İran yazıb, düz yazıb, Damavand. Dəmavət düzdür. Hə, Cənub Demək bu Qərbi Asiya. sualın artıq doğru cavabını tapmış oluruq. 1, 1 2, 3 4. 1 3 Bəli. 4 1, 3, 1 1, 3 3, 4 4. 4. İndi 5 6 Hə, niyə D səhvdir variantı. müəllimə? Onu izah edin. Çünki müəllim, Karpat dağlarının hündürlüyünü deyim, 2655-dir. Həm də Əla. Karpat dağlarının zirvəsi Qalxan Pikin deyil. Qalxan Pikin Skandinaviyanın zirvəsidir. Bəli, bu Karpat yanlışdır. dağlarının yanlışdır. Sonra da altında da Gerlaxovskidir müəllimə. əjdahadır. Karpat dağlarını Hə, Gerlaxovskidir. yadımda qalmır o müəllim. Eyb yox, Nəsə gəlmişdi. Hə. 2655 metr artıq hündürlüyünü dediniz, nə gözəl. Hə, 6-ya baxaq. onları əzbərləmişəm, yadımdadır onlar. Əjdaha da müəllim, Matterhorn deyil onun hündürlüyü. Matterhorn Onda da hardadır? dənizin hündürlüyü. Bu məşhurdur deyə Matterhorn bunu bilməliyik. Alp dağlarında şiş uclu zirvə. Alp dağlarında. Alp Hə, dağları şişir. məşhur. Amma Alp dağlarının özünün hündürlüyü belə zirvəsi Mont Blancdır da, Bəli, 78 Mont 4807 də deyirlər, bəzən 4810 da deyirlər. Hə. 6-cı sualı izah Belə. etdik. İndi keçirik 7-ci suala. Hı. Buyurun, Yeddi 7. nədir? Doğru fikirləri müəyyən edin. Amazon və Orinoco ovalıqları müxtəlif işıqlanma qurşaqlarında yerləşirlər. Müəllim, işıqlanma qurşağı, iqlim qurşaqlarını bilirəm ki, Amazon ekvatorial iqlim qurşağındadır, Orinoco subekvatorial iqlim qurşağındadır. İşıqlanma Amazonu qurşaqları məsəl üçün şimal müəllimə, tropik sərhədlərini bir dənə müəllimə deyin. Məsələn, tropik işıqlanma qurşağı hansı enlikdən hansı enliyə qədərdir? Hə, tropik işıqlanma qurşağı. Baxın, bu müəllim, yer kürəsidir, düzdürmü müəllimə? Bax, çəkirəm. Bax, bu tropik işıqlanma qurşağıdır. Bunlar mülayimdir. 2 dənə mülayim var. Çünki 5 dənə işıqlanma qurşağı var axı. Mülayim. Bir də qütb işıqlanma qurşağı. 2 dənə də qütb var. Say olaraq 5 dənədir. 2 qütb, 2 mülayim, 1 tropik. Tropik işıqlanma Bəli. qurşağının sərhədi 23,5 cənub enliyi, 15, 23,5 şimal enliyi şimal arasında nə qədər enliyi. ərazi varsa Onlar onları tropik götürəcəksin. işıqlanma qurşağı gedir. Bəli. Hə. Sonra 23,5 şimal enliyi ilə 66,5 66,5 mülayim işıqlanma qurşağıdır, istər cənub, istər. 66,5-dən 90-a qütblərdir. Məsələn, Azərbaycan hansı işıqlanma qurşağında yerləşir? Mülayim işıqlanma Mülayim. qurşağında. Məsələn, Afrika materiki çox hissəsi deyərdik 90% tropik işıqlanmadır, amma yuxarısında azacıq istər şimalı və cənubu, Kaf əjdaha dağları olsun, Atlas dağları mülayim işıqlanma qurşağında yerləşən dağlardır deyə 3 dənə işıqlanma qurşağıdır Afrika. Həm şimal mülayim, həm cənub mülayim, bir də orta hissəsi, əsas hissəsi tropikdə yerləşir. 3 dənə işıqlanma qurşağında yerləşir. Məsələn, Avrasiya materiki də 3 işıqlanma qurşağındadır. Həm tropik var, həm mülayim var, həm də qütb işıqlanma qurşağı var. Ümumiyyətlə 3 işıqlanma qurşağında yerləşən 3 materik var. Biri Şimali Amerikadır, biri Avrasiyadır, biri də Afrikadır. Bir də Afrika. Bunu aydın oldu müəllimə bu. İndi Amazon Bəli. Orinoco ovalığı da mərkəz hissələrdədir də bu ərazi, yəni ovalıq. Bəli, Ona görə tropik onların işıqlanma qurşağına İkisi də, düşür. bu iki ovalığı da tropik Bir də, işıqlanma hə. qurşağına düşər. Yəni ayrı-ayrı olmaz. Bəli. Məsələn, müəllimə, Qərbi Sibir ovalığı ilə Orinoco ovalığı versəydi, məsələn, Qərbi Sibir ovalığı düşərdi mülayim işıqlanmaya, Orinoco düşərdi tropikə. Bəli, tropik işıqlanma. Bəli. Almaniya, Polşa ovalığı versəydi, o mülayimdə yerləşərdi. Mülayimdə yerləşir o, hə. Bax belə. İndi 2-ni oxuyun müəllimə, bu Şimdi, yanlış oldu. Ural dağları ilə Orta Sibir yaylasının arasında qalan düzənlik Cavan platformada yerləşir. Müəllim, bunların arasında Qərbi Sibirdir də Cavan platforma. Qərbi Sibirdə dünyanın ən böyük bataqlığı yerləşir, Vaskuyan bataqlığı. Vaskuyan, hə, orada yerləşir. Demək bu da doğrudur. Bir yanlışdır, 2 doğru olacaq. Sonra 3-ə baxaq. İran və Anadolu yaylaları seysmik cəhətdən fəal olub, fəaliyyətdə olan vulkanlara malikdirlər. Müəllim, bu ikisi də düzdür, seysmik cəhətdən. Ola bilər, bəli, seysmikdir, amma hər seysmik olan ərazidə fəaliyyətdə olan vulkan olması, yəni İranda Savalandır, Dəmavənddir, Səhənddir, bunlar sönmüş vulkanlardır. Sönmüş, Ağrı dağıdır, Savalandır, məsələn, Anadoluda Ağrı dağıdır. Bunlar sönmüş vulkandır. Yəni bu ərazilərdə fəaliyyətdə olan vulkan yoxdur. Ona görə 3 yanlış olacaq. 1 ilə 3 olan variantları çıxsanız, elə imtahanda da belə çıxmalarla 1 ilə 3-ü çıxırsınız variantlarda, qalır 2 variant. Ya B olacaq, ya da C. Tarim çökəkliyi kontinental iqlim şəraitinə malikdir. Bu Tarim çökəkliyi Mərkəzi Asiyada yerləşən bir çökəklikdir. Mərkəzi Asiyada okeanlardan uzaq olduğu üçün təbii ki, kontinental iqlim şəraitinə malikdir. Bəli, isti.
Demək Bu 4-ü götürürük. 4-ü 400. götürəcəksiniz. Sonra 5-i oxuyaq. Kalimantan adasında Yava və Yeni Qvineya adalarından fərqli olaraq fəaliyyətdə olan vulkanlara rast gəlmir. Müəllim, Kalimantan adasında da fəaliyyətdə olan vulkan var da məncə. O Yadda saxlayın zonalarda. müəllimə. Ümumiyyətlə Yava adası deyir ki, rast gəlinmir. Təbii ki, Kalimantan adasında gəlinmir. rast gəlinməz. Bəli, Amma Yava, Yeni Qvineyada rast gəlinir. Ona görə deyir ki, Kalimantan bəli. adasında Yava və Yeni Qvineyadan fərqli olaraq fəaliyyətdə olan vulkan yoxdur. Təbii ki, düz deyir, yoxdur Kalimantan adasında. Yava adasında bəs hansı vulkanlar var? S hərfində olanlar. Mana. Semeru və Salamit vulkanları. Semerum və Amma Meru Yeni vulkanları. Qvineyada Lamington adında vulkan mövcuddur. Okeaniyanın ən hündür zirvəsi də Jaya 5029 metr, o da Yeni Qvineya adasındadır. Və deməli Kalimantan adasında fəaliyyətdə olan vulkan olmayacaq, amma bu iki adada olacaq. Təbii ki, Kalimantan ona görə fərqlənir bu iki adadan. 5-i də doğru götürürük. Artıq cavab hazırdır. 6 bəs niyə yanlış olacaq müəllimə? Afrikada fəaliyyətdə olan vulkanlara yalnız Şərqi Afrika sınma zonasında rast gəlinir. Müəllim, Afrikada fəaliyyətdə olan vulkan var, amma Məsələn, Afrikada Kenya bir dənə sönmüşdü də. Qalanları Hə, fəaliyyətdə olan hə. vulkandır. Özü bütün vulkanlar tropik Kilimancaroda. işıqlanma qurşağındadır. Kilimanjaro da sönmüşdü də müəllim, yoxsa fəaliyyətdə olanlar? Fəaliyyətdə olandır müəllimə. Fəaliyyətdə olan, hə. Hə, ona Ha görə deyir ki, yalnız o Qırmızı dənizdən Zambezi çayına qədər uzanan o sınma zonası var ha. Özü də Qraben mənşəli göllər də yaranıb da. Hə, deyir yalnız ordadır vulkan, başqa yerdə yoxdur. Bu ifadə doğru olar sizcə? Xeyr müəllim. Çünki Doğru deyəcəksiniz ki, deyil. Qərbi Afrikada, yəni Qvineya körfəzinin sahillərində də məşhur Kamerun vulkanı var. Fəaliyyətdə olan vulkandır həmçinin. Hə. Mən sual da neçə dəfə vermişəm dərsdə ki, Qvineya körfəzi sahillərində fəaliyyətdə olan vulkan hansıdır? Cavab Kamerun vulkanı. Kamerun. Bəli. 6 ona görə yanlışı, sualımızın doğru cavabı 2, 4, 5 olacaq C variantı. 8-ə baxırıq. Xəritə sxemə əsasən faydalı qazıntılardan hansılarının hasilat rayonlarının doğru verildiyini müəyyən edin. Deməli müəllim, bir burada Civədir, civə. civədir, hə, civə. Bir Civə deyir, civədir. Gədəbəy göstərib. Gədəbəydə civə olar müəllimə. Xeyr müəllim, yoxdur. Civə Civə olar məsəl üçün. Harda? Laçında, Kəlbəcərdə. Laçında, Kəlbəcərdə hansı hə. yataqlardır? Göydərə. Yox, o xromit yataqları, ipəklə Göydərə xromit yataqlarıdır. Qoy müəllim, yadımda O vergüllə olanlardır da civə yataqları. Kəlbəcərdə ağ yataq, Hə, Şorbulaq, Löhçay. Şorbulaq. Amma Narzanlı, Girgətçay isə Laçında olan civə yataqlarıdır. Demək, bir yanlışdır. Bizə bir lazım deyil. 2-yə baxaq. 2 qurğuşunun işarəsidir. Görürsünüz müəllim? 2 qurğuşundur. Qurğuşun ola bilər. Kiçik Qafqazda qurğuşun var. Xeyr müəllim. Olar. Niyə olmaz ki müəllimə? Kiçik Qafqazda qurğuşun olacaq. 2-ni biz doğru götürəcəyik. Bəs 3-də də müəllimə kükürd kolçedanıdır. Göy gölün ərazisində kükürd yataqları varmı? Var. Toğanalı, Çıraqdərə yazıda düşdü müəllimə? Çıraqdərə, hə. Kükürd yataqlarıdır və biz 3-ü də doğru götürməliyik. Sonra 4-ü burada verib nə? 4 burada Qlobert duzu verib 4-də. Sizcə Laçının ərazisində Qlobert duzu ola bilər və ya Mirablit duzu ola bilər? Xeyr müəllimə, yoxdur. Yoxdur, 4-də yanlışdır. 5-də xromit ola bilər. 5-də. Naxçıvanda xromit var. Bəs hardadır müəllimə? Xromit. Xromit Laçında, Kəlbəcər. Hansı yataqlardır? Bayaq dediyim müəllim, Göydərə. İpək. Bir də İpək, Laçında. Göydərə, Kəlbəcər, İpək, Laçın. Mirablit duzu da bilirsiniz də Qarabağazqol körfəzində əsasən çıxarılır ki, Türkmənistan daha çox fərqlənir. 6 da burada yanar şistidir, hə? Mərmər yatağıdır. Qubada da biz mərməri müşahidə edə bilərik Çəhrayımı. Cavab olacaq 2, 3, 6. İndi hardadır 2, 3, 6? C variantında. C variantında. İndi keçirik növbəti suala. Samur dəvəçi ovalığını Lənkəran ovalığından fərqləndirən xüsusiyyət. Deməli müəllim, yarımsəhra və quru çöl iqlimi səciyyəvidir Samur dəvəçiyə. Lənkəran ovalığında yarımsəhra və quru çöl yoxdur məncə, hə müəllim? Bəli, Lənkəran ovalığı bəs hansı iqlim tipində yerləşir? Yay quraq keçən mülayim isti iqlimdə. Amma Samur dəvəçi qışı mülayim keçən yarımsəhrada yerləşir. Demək, fərqli xüsusiyyət olacaqdır müəllimə. Birində var, birində yox. Hə. Yarımsəhranın biri götürürük də müəllim. Bəli, götürəcəyik. Çünki Lənkəran ovalığında yoxdur, amma Samur dəvəçidə var. Samur dəvəçidə var. Sonra deyib cənubdan şimala doğru genişlənir. Samur dəvəçi
Yanlış. Əksinə genişlənir də, tərkib. şimaldan cənuba doğru genişlənir Samur Dəvəçi ovalığı. Ona görə 2 yuxarıdan yanlışdır. 2-ni götürmürük. İndi Bəli. 2 olanları çıxsanız, 1 doğrudur axı, 1 Hı hı. olanları götürsəniz, görün avtomatik cavab tapıldı. Hə. Amma Biri biz yenə də çaldı. hər ehtimal digərlərində oxuyaq. Hə, oxuyur. Neft və qaz Bəli. hasil olunur Samur Neft və qaz Dəvəçidə. hasil olunur. Bəli, Olur. Samur Dəvəçidə Amma olur, Lənkəranda Lənkəranda yox. götürürük. Şərqdən qərbə doğru mütləq hündürlük artır. Şərqdən qərbə doğru mütləq hündürlük. Yəni burdan Lənkəranda belə bu istiqamətə. bəli, Xəzər Lənkəranda dənizinə doğru alçalar da, daha doğrusu mütləq hündürlük azalar, bəli. amma qərbə doğru hər ikisində, istər Lənkəran ovalığında, istər Samur Dəvəçi Samur ovalığında Dəvəçidə artır. qərbə doğru getdikcə, dənizdən uzaqlaşdıqca mütləq hündürlük artacaq. Artır. Ona görə bu ortaq xüsusiyyət olduğu üçün bizə də fərqləndirici xüsusiyyət lazımdır, götürmürük. Bəli. İndi 5 Sonra oxuyaq beş. müəllimə. İntrazonal landşaftlara rast gəlinir. Hər ikisində İntrazonal, intrazonal landşaft ola bilər də müəllimə. Düzdür? bəli, ikisində də Hə. var. Bunu götürmürük. Sonra mülayim iqlim qurşağında yerləşir. Samur Mülayim Dəvəçi iqlim qurşağında mülayim, yerləşir. hə. Müəllimə, Bəli, Azərbaycan müəllim. neçə iqlim qurşağında yerləşir? 2 iqlim qurşağında. Düzdürmü? Subtropik, bir də Lənkəran düşür mülayimdə. subtropikə. Samur Subtropikə. Dəvəçi Samur düşür Dəvəçi mülayimə. mülayimə. Düzdürmü? Bəli. Burada iqlim tipi demir ha, mülayim iqlim qurşağı deyir, geniş anlayış. Birdən Evet. siz düşünərsiniz ki, ha, Lənkəran ovalığı mülayim isti iqlimdə yerləşir, yayı quraq keçən necə olur? O iqlim tipidir. İqlim qurşağı Hə, deyirsə, bu təbii ki, tipi. yuxarıdakı ərazi Bəli. mülayimdə yerləşər. Əslində Bəli. Azərbaycanın çox hissəsi subtropikə düşür. Amma Samur Dəvəçi Bəli. hissəsi mülayim iqlim qurşağına düşür. 1 kub metr havanın su buxarı ilə doyma həddi azalmışdır. Buna əsasən məntəqədə hansı proseslər baş verər? Havanın su buxarı doyma həddi azalmış. Yada saxlayın müəllimə, doyma həddi, su buxarı ilə doyma həddi azalmaq, yəni havanın soyuması deməkdir, temperaturun aşağı düşməsi deməkdir. İndi həmin o xüsusiyyətləri seçin. Bir havanın temperaturu yüksələr, səhvdir mənim. Səhvdir, dedik axı Sualın temperatur düşəcək. Aha. Sualın temperatur amplitudası kiçilər. Ümumiyyətlə müəllimə, sutkalıq temperatur amplitudası səhralarda daha çox olur. Səhralar da Bəli. isti yerlərdir. Demək sutkalıq temperatur amplitudu kiçilər. Təbii ki, temperatur azalırsa, sutkalıq amplituda da kiçilər. Bəli. 2-ni doğru götürəcəyik, 3-ə baxaq. Yağış yağma ehtimalı artar. Bu da doğrudur da Bəli, mənim. temperatur aşağı düşürsə yağma ehtimalı artacaq. 4-ə baxaq. Nisbi rütubətli çoxalar da, bu da azalar verir. Bəli, ümumiyyətlə nisbi rütubət telefonda olur 80%, 90%. Ona nə vaxt görə bilərsiniz? Yağış yağanda, rütubət çox olanda. Yəni təbii ki, temperaturun aşağı düşməsi nisbi rütubətin artmasına gətirib çıxardır. Ona görə də 4-ü biz götürmürük. Səpələnən radiasiyasının kəmiyyəti artar. Bu doğrudur müəllimə. Təbii ki, yağışlı ərazilərdə, temperaturun aşağı olduğu yerlərdə səpələnən radiasiya, amma səhra olan yerdə, temperaturun yüksək olduğu ərazilərdə düz radiasiyanın kəmiyyəti çox olur. Çaylarda su səviyyəsi yuxarı qalxar. Bu da aşağı düşər, ya yuxarı. Çaylarda su səviyyəsi aşağı düşər. Demək, temperatur aşağı düşəndə yağış yağırsa, çayların su səviyyəsi yuxarı qalxar da. Aşağı düşmə qıt olan, yəni daha doğrusu quraq olan ərazilərdə bu mövcud olar, mümkün olar. Quraq olan ərazilərdə biz su səviyyəsinin, çayların su səviyyəsinin aşağı olduğunu müşahidə edə bilərik. 11-ə bax. Müəllimə, indi burada variant neçə oldu? Biraz gic gəldim, çatmadım. Hə, 2, 3, 5 D variantı olacaq. 3, 5, hə. İndi 11-ə baxırıq. Şimal yarımkürəsində hərəkət edən yelkənli gəmi qərb küləklərinin təsiri hansı istiqamətə yönələr? Qərb küləklərinin müəllimə istiqaməti tropik enliklərdən Bilirik ki, daimi küləklər. Passatlardır müəllimə. Demək, bu tropik enliklərdir, bu tropikdir 30-dan, burada ekvator olsun, 30, 30. 30-dan ekvatora əsənlər passat küləkləridir. 30-dan 60-a əsənlər bu formada əsir. Düzdürmü? Yəni şimal yarımkürəsində, bu şimalı deyir də bizə, cənubu demir axı. Cənub olsaydı cənub-şərq istiqamətində olardı. Amma şimal yarımkürəsinin dediyinə görə təbii ki, 30-dan 60-a qərb küləkləridir və şimal-şərq istiqamətində yelkənli gəmidir, o istiqamətə yönələcək. Bilirik ki, qütb küləkləri ilə passat küləklərinin istiqaməti eynidir. 12-yə baxırıq. Keçid iqlim qurşaqlarının mövcud olduğu adaları müəyyən edin. Kuba adası tropik dənizdədir müəllimə. Bəli. İndi bir-bir hansı ada, hansı iqlimdə yerləşir, gəlin deyək. Kuba adası müəllimə dediniz tropik dənizi, onsuz da West Indiz adalarının hamısı tropik dənizdə yerləşir.
Kanar adası tropik səhradır müəllimə. Bəli, Tayde vulkanının Saxalin yerləşdiyi ada. Saxalin mülayim musson idi. Doğrudur. Demək burada bizə keçid deyir. Yəni sublarla Bəli, başlayan bir iqlim olmalıdır. Saxalin artıq mülayim musson olduğuna görə biz A-nı çıxdıq. bəli, götürmür. Sonra Balear adaları, Aralıq dənizi subtropik idi Hı müəllimə. -hı. Tasmaniya adasında hər ikisi var idi, mülayimlə. Subtropikin bərabər Mülayim rütubətlisi musson, şimalındadır, bəli, mülayim dəniz aşağısında. İslandiya subarktik idi. Demək burada sublar olacaq da, həm Balearda, həm Tasmaniya, həm İslandiya. Hə, Keçid iqlimdə bunu yəni. B variantı bəli. artıq bizim sualımızın doğru cavabıdır. Hokkaydo mülayimdir olduğuna görə çıxdıq. Bəli. Sonra elə odlu torpaq mülayimdir, ona görə çıxdıq. Burada da Falkland də mülayimdir, ona görə çıxırıq. Şri-Lanka hansı iqlimlər olacaq? Burada hər ikisi subekvatorialdan ekvatorial. Ekvatorial olacaq. İki iqlimdə yerləşən adadır. 13-ə baxırıq. İqlim diaqramının aid olduğu məntəqənin yerləşdiyi iqlim qurşağı üçün səciyyəvi olmayan xüsusiyyətlərini Müəllimə, soruşur. çox üzr istəyirəm. 12-də hara götürüldü? B Üzr variantı. istəyirəm. 12-də B variantı. Balear, Aralıq dənizi, Tasmaniya, subtropikin bərabər rütubətlisi, İslandiya subarktik. Hamısı keçid iqlim qurşağı. 13. Aralıq dənizi Burada iqlim müəllimə, hə. Aralıq dənizi oldu diaqramı, düzdürmü? Görürsüz qışda yağış düşür və bu da bildirir ki, Aralıq şimal dənizi, yarımkürəsidir. bəli Belə olsaydı müəllimə. cənub yarımkürəsi olardı. Hə, Bəli. dağ formasında olanda bilin də şimal yarımkürəsindədir. Hə, indi bu yayda yağış düşmürsə artıq biz müəyyən edirik ki, bu subtropikin Aralıq dənizi Aralıq iqlimin dənizi. diaqramıdır. Amma bizdən o iqlim Olmayan. diaqramına aid olmayan xüsusiyyəti istəyir. Bu 4 iqlim vilayətinə bölünür. Bu müəllim doğru fikirdir. Buna görə Bəli, götürməyəcəyik. subtropikin 4 dənə tipi var. Aralıq Bəli. dəniz, kontinental, musson və bərabər rütubətli. Sonra Biri əsas iqlim götürməyəcəyik çünki qurşağı doğrudur. Bizə lazımdır səhv, yəni aid olmayan. Əsas iqlim qurşağıdır. Mənim bu keçid iqlim qurşağıdır. Bunu Bəli, 2-ni götürəcəyik. götürəcəyik. Sonra Yayda mülayim, qışda tropik hava şüalarına məruz qalır. Bu səhvdir, tərsinədir. bəli, əksinə qışda mülayim, yayda tropik olmalıdır. 3-ü götürəcəyik. Sonra Afrikanın ekvatordan həm şimal, həm də cənub çək getdi müəllimə ona görə. Yo, Zoom-un vaxtı bitdi müəllimə. 1:45 dəqiqə artıq Hə. tamamlandı. Elə bizim problem məndə oldu. Hə, indi 4-ü oxuyacaqsınız. Hə. Afrikanın ekvatordan həm şimal, həm də cənub hissəsində yayıldığı halda Cənubi Amerikada yalnız ekvatordan cənubda yayılmışdır. Bu mənim doğru fikirdir də. Aha. Demək burada nə deyir? Afrikanın hər iki tərəf, həm şimalda, həm cənubda var. Hə, Cənubi Amerikada bir dənə təbii ki, subtropikin Aralıq dənizi Afrikanın həm şimalında, həm də cənubunda var. Amma deyir Cənubi Amerikada ekvatordan şimalda yoxdur. Ekvatordan şimalda bilirsiniz də subekvatorialdır, Lianoslar həmçinin. Amma cənub hissəsində deyir ki, subtropikin Aralıq dənizi iqlimi var. Əgər varsa da hardadır müəllimə? bu Santiago şəhərində Bəli, yayılmışdır. Çilinin da paytaxtı Santiago şəhəri subtropikin Aralıq dənizi iqlim tipində yerləşir. Ümumiyyətlə Çilidə həm subtropikin Aralıq dənizi var, həm də mülayim dəniz var. Hər ikisi var. Sonra 4-ü biz doğru götürəcəyik. 4 əslində doğrudur, biz onu götürməməliyik. Çünki biz 2 ilə 3-ü yanlışları seçdik, 1 ilə 4 doğrudur deyə götürmürük. İndi 5-i oxuyursunuz müəllimə. Yansızı Paranamure çaylarının mənsəbi yerləşir. Yansızı subtropik musson idi də müəllimə. Yansız çayı subtropikin mussonundadır. Parana çayı subtropikin bərabər rütubətlisindədir. Subtropikin kontinentalı, amma təbii zona savanna olacaq. Hə. Altı səhralara rast gəlinmir, gəlinir də səhv. Yəni elə Qızılqum səhrası məsəl üçün subtropikin səhrası. 13-ü izah etdiniz, 14-ə baxırsınız. 14. Xəritə sxemə əsasən qışı daha quraq keçdiyi ərazilər müəyyən edin. Qışın daha quraq keçdiyi ərazilər. Qışı quraq keçən ya mülayim isti iqlim olmalıdır, qışı quraq keçən ya da soyuq iqlim olmalıdır. O hansı iqlimlərdir, yəni rəqəmlərlə göstərilən? Bu iki qışı quraq mülayim isti Bəli, iqlimi qışı göstərir. quraq keçən mülayim isti iqlimdir. Bir bəs hansı olacaq? Qışı quraq keçən soyuq iqlim. Təbii ki, qışı quraq olacaq. İndi digərlərinə də baxın. İndi 1-2 olmayan variantları biz çıxsaq, yerdə qalır deyiləncə. İndi 4-ə baxın, bir də 5-ə baxın. Görün hansında qışı quraq iqlim olacaq.
O 5-də idi də qışı quraq keçən soyuq iqlimdir. O həmin dediyiniz müəllimə bax bu yerlərdə olar, yuxarı hissələrdə. Hə, bu Amma biz get demişdik yaxın axı Böyük düşmüşdür. Qafqazda Şahdağ yerləşir harda? Qışı quraq Qışı quraq keçən keçən. soyuqda. Böyük Qafqazda soyuq iqlim tipinin soyuq iqlimin iki tipinə rast gəlmək olar. Bol yağıntılı soyuq var. O yalnız elə Böyük Qafqazdadır. Bir də qışı quraq keçən soyuq var. Talış dağlarında yayı quraq keçən Bəli, soyuq da var, bəli, qışı bəli. quraq keçən soyuq var. Amma bol yağıntılı yoxdur. Yox, Naxçıvanda yalnız yayı quraq bəli. keçən soyuqdur. Kiçik Qafqazda isə qışı quraq keçən soyuqdur, yalnız. Cavabımız olacaq 1, 2, 4 D variantı. 15-i də izah edin, keçək başqa bir müəllimə. Çox Xəritə sadədir, sxemi xəritə əsasən- sualıdır. Sxemi əsasən rəqəmlər verilmiş coğrafi obyektlərindən hansı səhv gözlənir? Mən birinci Ardimentri yarımadasıdır. Avstraliyada göstərilib. İkinci Arnavut yarımadası müəllimə, 2 okean suları ilə yuyulur sahilləri, yoxsa 1 okean? Bir okean suyu Bəli, götürürkən York müəllimə. desəydi 2 olardı, amma Arnavutla 1 olacaq. Sonra 2 hansıdır müəllimə? Bu Karpentariya körfəzidir. Bəli. Demək burada deyir Arnavut İkisi- yarımadası deniz çıxırıq doğru verib, bizə yanlış lazımdır, yəni səhv lazımdır. Bəli. 2 rəqəmi burada Karpentariya körfəzi verib B variantında. Doğrudur müəllimə? Bəli, bəli. 2 də doğrudur. İki İndi 3-ə Karpentariya. baxırıq. 3-də verib burada Torres boğazı. Torres Düzdür? Bu boğazı göstərir, yəni Doğrudur da müəllimə, yuxarıda Torres boğazı olacaq da. Bu Bəli. Torres boğazı hansı yarımadanı adadan ayırır? o Qvineyanı Yəni Yeni Qviney adasını York yarımadasından ayıran boğazdır Torres boğazı. Demək 3 də doğrudur. İndi 4-ə baxırsınız. 4-də deyir Cook boğazı. Düz deyir? Düz yazıb? Bu Tasmaniya, yox, bu Yeni Zelandiya adalarını ayıran da boğazı. Hə, Cook boğazı Burada, bəli, Yeni Zelandiyanın 2 adasını ayırır. Burada bəs 4-ün yerində bəs nə olmalıdır? Adanın adı yadımdan Yəni çıxdı. Tasmaniya adasını Avstraliyadan və yaxud da belə sual da vermişdim dərsdə. Avstraliyanın ən böyük adasını Avstraliyadan hansı boğaz ayırır? Öz Bas boğazı. Bas boğazı ayıracaq müəllimə. 4-ün yerdə Bas boğazı olmalıdır. Ona görə 4 yanlışdır. Yəni A variantı yanlış olacaq. A-nı götürəcəksiniz. 5-də də Tasmaniya adası verib də müəllimə, elə doğrudur. Tasmaniya adası verilib. Doğrudur. Tasmaniya adasını ayırır Avstraliyadan hansı boğaz müəllimə? Bas boğazı. Bas yadımdan boğazı. Bas çıxdı. boğazı aşağıdadır, Torres boğazı yuxarıdadır. Torres boğazı tropik işıqlanmadadır. Bas boğazı mülayim işıqlanma qurşağında yerləşir. Karpentariya körfəzi tropik işıqlanmada, Böyük Avstraliya körfəzi mülayim işıqlanma qurşağında yerləşir. Bir də demişdik ki, Avstraliyanın ucqar, qərbi, şərqi və cənub nöqtələri mülayim işıqlanma qurşağında, yalnız bir şimal ucqar nöqtəsi York burnu isə tropik işıqlanma qurşağında yerləşəcək. Oldu müəllimə, sağollaşıram sizlə. İndi 16-nı kim izah edəcək? Buyurun edin müəllimlər, müəllimə. kim istəyirsə izah etsin. Deyim mən. İzah edir müəllimə. Gülşən müəllimə izah etsin, sonra Səbinə müəllimə sizdən davam edərik. Olar? Olar. Hə. Gülşən Çox müəllimə sağ olun. 16 sizindir. Buyurun, Məsələ. Yaxşı. Deyir ki, echolotdan göndərilmiş səs siqnalının gedib qayıtma müddəti 11-16 saniyə olarsa, bu dərinlik hansı okeanlarda müşahidə edilə bilər? Deməli, Leyla müəllimə, biz 11,6-nı vurmalıyıq əvvəlcə 1500-ə. Yox müəllimə, Sonra- gedib qayıtma Yox, müddətidir. Qeyd, Getmə, 11, qayıtma. 16-nı onda bölürük 2-yə, sonra böldük 2-yə 11-16-nı. Hə, böldünüz 2-yə, sonra vuracaqsınız nəyə? Vuracam 1500-ə. 1500-ə. Bəli, 1500-ə vuracaqsınız. Neçə alacaqsınız? Elə bil 11,6-nı 2-yə böləndə 5,8 edəcək. Onu da 1500-ə Aha. vursaq, bəli, 8 hesabladı vurdu, müəllimə 8700 metr. 8700. Hə, elə bayaq da mən elədim, o eyni aldı. Hə, 8700. O da İndi deyir ki, bu düşür, dərinlik hansı okeanlarda müşahidə edilə bilər? okeandadır. Deməli, müəllimə, Hind Sakit Okean 11022-də onu bildik. Sonra Şimal Buzlu Okean deyil. Bu Sakit Atlantik okean olacaq variantlarda. Çünki Sakit okeanda 11022 metrdir. Yəni bu dərinliyi biz müşahidə edə bilərik həmin okeanda. Hə. Yəni sakit okean olmayan variantları çıxırıq. Bəli, bu olacaq Atlantik Okeanı.
Atlantik okeanı və bir də Niyə Sakit məsəl üçün okeanı müəllimə Hind okeanı deyil və ya Şimal Buzlu okean deyil? Nəyə görə? onların dərinlikləri azdır da. Hə, Ən çünki Şimal dərin Buzlu bilirik. okeanda 5527-dir. O Bəli. olmaz da 8700 Hind metrdən okeanı çox. da 7437 olmalıdır, bilmirəm. Hind 39 okeanı var. zonkdur, Bəli. 7729-dur. 7400. Ay Bu da hə, azdır dedi. 8700 metrdən. Sakit okean birliyi 11022, Atlantik okeanda 8700. Uyğun gələn Hə, budur. Atlantik okeanda Puerto Rico çökəkliyi 8742 metrdir. Sakit okeanda da 11022 metrdir. Marian. Təbii ki, bu dərinliyə biz Uyğun gələn. Atlantik okeanda və Marian çökəkliyində, yəni Sakit okeanda rast gələ bilərik, ya müşahidə edə bilərik. Cavab Y variantı olacaq. 17-ci sual. Bilmədim. Aha, Şimal Buzlu okean ilə əlaqəsi olan gölləri müəyyən edək. Şimal Buzlu okeanla əlaqəsi olan göllər. Deməli, Atabaska, Erie, Böyük Ayı, Vernin, sonra Onega, Ontario, Baykal gölü, Winnipeg gölü. Burada Baykal gölünün də Şimal Buzlu okeanla əlaqəsi var. Hansı Sonra çay bunları vasitəsilə çıxaraq- müəllimə? Müəllimə, hə, Baykal gölündən ora deməli, Hansı çay Angara, başlayırdı? Bəli, Angara çay üzərində də Bratsk su anbarı var idi, düzdür müəllimə? Angara, bəli, müəllimə. Yeniseyim qolu. Demək biz Şimal Buzlu okeanı ilə əlaqəsi olan deyirik. Təbii ki, Baykal olacaq. Aha, Winnipeg ola bilər Baykal. müəllimə. Winnipeg gölü ola bilər müəllimə. Winnipeg gölü də şimalda yerləşir də. O şimali Amerika. Şimalda deyəndə ki, Winnipeg gölündən bir çay başlayır. Hansı çaydır? Winnipeg gölündən müəllimə çay. Hə, deyəcəm. Churchill idi yoxsa Nelson idi bəlkə. Nelson. Nelson. Ya da salın, Winnipegdə 2 dənə N hərfi var, N. Nelson, N hərfi, Nelson başlayacaq. Həmin çayın baş hərfi. Hə. Aha. Deməli, Baykal Winnipeg bir variantı olacaq. Deməli, Winnipegdən Nelson çayı başlayır. Nelson da Hudson körfəzinə tökülür. Və mən sizə demişdim ki, Hudson körfəzinə Atlantik okean deyil də Şimal Buzlu okeana aid etməlisiniz. Yaxşı, ona görə B variantıdır. Məsələn, burada Erie gölü olmaz Atlantik okean. Çünki Erie, Ontario, Niagara çayı, sonra Ontario gölünə Müqəddəs Lavrenti, onlar gedib çıxır Atlantik okeanına. Sonra burada məsəl üçün Venerin, Vetterin gölləri var Skandinaviya yarımadasında. Onlar Baltik dənizi vasitəsilə Atlantik okeanına aid edilir. Hə, onlar Şimal Buzlu götürməyəcəksiniz. Vetterin, Venerin çıxdır. Burada da Ontario gölü olsun, Erie gölü olsun. Təbii ki, bunlar da Atlantik okean olacaq. Yerdə qalır B variantı. Baykal Winnipeg gölü doğru. 18-ə baxırıq. Hə, qurun burada. Deməli, xəritə sxemə əsasən rəqəmlərə müvafiq gələn çayları müəyyən edək. Hə, müəllimə, bu deməli Biskay körfəzi bir dəqiqə deyək. Üçüncü bu belə deyək. Bura şeydir, Piriney yarımadasıdır. Piriney yarımadasından da Aralıq dənizinə tökülən çay olacaqdır. Müəllimə, nə idi? Tax idi yoxsa Ebro idi? Bir dəqiqə deyim indi. Bir də hansı çay olacaq müəllimə? Lamaş boğazına tökülən çay hansıdır? Fransanın paytaxtından keçir. Lamaş, Sena. Aha. Sena. Sena çayı olacaq sonra. Bəli, Sena çayıdır. Aha. Sonra deməli sonra ikinci gəlir. Hə, ikinci Biskay körfəzindən töküləcəkdir. Müəllimə, Luaradır da Biskay körfəzindən töküləcək. Luara çay 2 Luara olacaq. 3 bəs hansıdır? Luaradır. 3 olacaqdır. 3 hardadır? Hə. 3 aşağıdadır. İspaniya ərazisindən Aralıq dənizinə tökülür. Sağlığından axan Adriatik dənizinə tökülən, bura Adriatik dənizidir. Ebro çayı, Ebro çayı. Yox, İtaliyanın ən uzun çayıdır müəllimə. Hə, Po çayı. Müəllimə, Po çayı olacaq. Po çayıdır müəllimə. Aha. Anladım, hə, çayıdır. Deməli, Senadır birinci, ikinci Luaradır, üçüncü Ebrodur, dördüncü də Adriatik dənizinə tökülən Po çayıdır. Bəli, 1 Sena, 2 Luara, 3 Ebrodur, 4 Po çayı olacaq. D variantı doğru cavabdır. 19-a baxırıq. Şirvan düzünün hara getdi? Şirvan düzünün çayları ilə Qarabağ düzünün çaylarının oxşar cəhətlərini müəyyən edək. Deməli, Şirvan düzünün çayları, Qarabağ düzünün, Şirvan düzünün çayları gətirmə konusları geniş yayılmışdır. Stoplayıcı hövzələrində yağıntıların bərabər paylanan mülayim isti iqlim tipinə rast gəlinir. Mənbələri eyni tektonik zonada yerləşir. Suvarmada geniş istifadə olunur. Mənbələrin yerləşdiyi təbii vilayətdə yarımsəhra quru çöl iqliminə rast gəlinir. Mənsəbləri Mərkəzi Aran iqtisadi rayonunda yerləşir. Deməli, burada müəllimə 4 doğrudur. Bəli, belə yox. Bir-bir yuxarıdan aşağıya gəlir.
Gətirmə konusları geniş yayılmışdır. Gətirmə Müəllimə, konusları Azərbaycana gətirmə konuslarının olduğu çayların adını çəkirəm. Baxın görün. hə, Şirvan düzü, Gəncə Qazaq Şirvan düzü, düzü, Gəncə Qarabağ Qazaq düzü, düzüdür, Qarabağ bir də düzüdür, bir də Qanıqəyri çay. Qanıqəyri çayı da 4-dür. 4 Deməli, ərazinin adını çəkdim. Görün mənim dediklərimin arasında Şirvan düzü və Qarabağ düzünün adını çəkdim. xeyr müəllimə, çəkmədiniz. Yenə də Çəkdik sayıram. də Qarabağ. Çək. Qarabağ. Gəncə Qazaq, Çəkdik. Gəncə Qazaq, Gəncə Qazaq, Qarabağ, Şirvan, Qanıqəyri Şirvan. çay. Bunlar Düzdür, gətirmə bəli. konuslarıdır. Gətirmə konusudur, bəli müəllimə. İkisində də Ona var. görə Oxşar xüsusiyyət dediyinə görə biri götürməliyik. Hər ikisində Bəli. gətirmə konusu olacaq. Gətirmə Aha. konusu nədir? Dağdan düzənə keçən yerdə çökdürür Düzənlik. çuxurları. Bəli. Sonra deyir, stoplayıcı hövzələrində yağıntıları bərabər paylanan mülayim isti iqlim tipinə. Deməli, müəllimə, Şirvan düzündə yağıntıları bərabər paylanan mülayim isti iqlim tipinə biz rast gələ bilmirik də, elə deyil. Şirvan Yoxdur orada. düzünün çayları müəllimə hansılardır? Onu deyin əvvəlcə. Hə, Şirvan düzünün çayları, deməli, deyəcək, nə idi? Türyan, Tikanlı, Dəmiraparan bunlar idi deyəsən. Əlican çay, Türyan çay. Türyan çayın qolları da tikanlı və dəmir aparan. Tikanlı, Dəmiraparan çaydır Sonra bunlar. Göy çay gəlir. Ondan aşağıda Girdiman, ondan da aşağıda gəlir Ağsu. Ağsu çay. Ona görə də bunlarda yağıntıları Bu bərabər çayların paylanan- dağ tundradan başlayan tipləri var. Yəni Böyük Qafqaz vilayətində dağ tundradan başlayırlar. Elə Girdimanla Göyçay. Burada Babadağdan Göyçay başlayır məsələn. Türyan çay Tufandağdan başlayır. Düzdür? Hı hı. Yəni dağ Bəli, tundra bəli. iqlimindən başlayır. Həmin o dağ tundradan aşağıda da iqlim tipləri var axı. Bol yağıntılı soyuq, bərabər yağıntılı mülayim isti iqlim, qışı quraq keçən mülayim isti iqlim. O Şəki-Zaqatala tərəfdən aşağıya doğru bu çaylar oradan axır, gəlir düzənliyə çıxırlar. Ona görə gətirmə konusları da yaranır həmçinin. Yəni təbii ki, bərabər yağıntılı mülayim isti iqlim Böyük Qafqaz vilayətində var deyə və bunlar da öz mənbəyini oradan götürür deyə Oradan götürdük. Şirvanın çaylarında biz o iqlim tipini görə bilərik. Amma Qarabağ düzündə, yəni kiçik Qafqazda bərabər yağıntılı mülayim isti iqlim yoxdur axı. Yenə Talışın çayları desəydi orada var. Amma kiçik Mən Qafqazda Talışı bir yoxdur. dənə nəzərdə tuturam ki, bir dənə bərabər rütubətli, bir də Böyük Qafqazın cənubu ki, burada bərabər rütubətli. Elə həmin cənub hissəsindən gəlirdi həmin çaylarda yuxarıdan. Aydın bilməm. Özü də Böyük Qafqazı 2 dənə yerdə müşahidə olunur. Biri Qusar Mali Düzənlik Quba tərəfdədir. Aha. Yəni Bəli, biri də bu tərəfdə, yəni Şəki-Zaqatala tərəfdə. Həm Quba Xaçmaz tərəfdə, həm də Şəki-Zaqatalada biz bərabər yağıntılı mülayim isti iqlim görə bilərik. Bir də Talış dağlarında. Yəni 3 dənə iqtisadi rayonda bu iqlim tipinə rast gəlmək olar. Bəli. Aydındır. Deməli, 3-də deyir ki, mənsəbləri eyni tektonik zonada yerləşir. İndi bu fərqli Bunlar- xüsusiyyət oldu, ikini götürmürük. Çünki Şirvanda var, Qarabağda yoxdur. İkini götürmürük. Mülayim isti iqlim, yəni Aha. bərabər yağıntılı. 3-ə baxaq. Deyir ki, mənsəbləri eyni tektonik zonada yerləşir. Bəli, hər ikisinin mənsəbi eyni tektonik zonaya düşəcəkdir. Sonra Bəli, hər ikisi Kür tektonik zonasında artıq Kür- mənsəblərini bəli, görə bilərik. 3 doğrudur. Aha. Sonra deyir ki, suvarmada geniş istifadə olunur. Bu da doğru fikirdir. Hər ki, Qarabağ düzünün çaylarından da Şirvanla da. Bilirsiniz də Hər müəllimə, ikisinin yuxarı suvarmada- Şirvan kanalı var, yuxarı Qarabağ Qarabağ kanalıdır, kanalları da var Qarabağ həmçinin. kanaldır, bəli, Milli Muğan kanalı. Gülşən müəllimə, artıq görürsüz cavabımız hazırdır. Bəli, müəllimə, 1, 3, 4-də də, hə, elə. Bəli. düzdür, aha. İndi digərlərini də oxuyaq. Mənbələrinin yerləşdiyi təbii vilayətdə yarımsəhra quru çöl iqliminə rast gəlinir. Mənbələrinin. Yəni başladığı Mənbələr- yerdə. Başlandığı yerdə yox, yarımsəhra quru çöl iqlim tipinə bayaq dediyiniz kimi yuxarıdan götürdük, hündür Aha. dağdan götürdük ki, orada Məsələn, yarımsəhra dağ quru çöl- tundra ola bilər də, tutalım. Hə, dağ Mənbədə tundra yarım olsun. səhra niyə olsun ki? Düzdür? Təbii ki, Çayların mənsəblər- ümumiyyətlə əksər hissəsinin mənsəblərində yarım səhra quru çöl iqlimi olur. Mənbədə olmur. Olmur, bəli, düzdür. Sonra mənbələri mərkəzi aran iqtisadi rayonda mənsəbləri mərkəzi aran iqtisadi rayonunda yerləşir. Mənsəbləri, xeyr müəllimə, bunların Qarabağ düzünün mənsəbləri. çayları mərkəzi aranda ola bilər mənsəbləri. Xeyr müəllimə, buyur, Qarabağ İndi gəlin düzünün çayları. aydınlıq gətirək buna. Məsələn, Qarabağ düzünün çaylarından biri Tərtər çayı. Bərdə rayonunda mənsəbi Bərdə rayonudur, düzdürmü? Bərdə düşür hara? Bəli, müəllimə. Qarabağ iqtisadi Qarabağ rayonuna. iqtisadi rayonuna Mərkəzi düşür, aranda doğrudur. deyil. Tutalım Bəli. götürək məsəl üçün Xaçın çayı. Hə. Düzdürmü? Xaçın çay, sonra Qarqar çay var məsələn. Qarqar çay keçər Şuşadan, Xankəndidən, Şuşadan, Ağdamdan, Xankəndidən. Ağcabədidən. Düzdürmü? Bəli. Ağcabədi Bəli, yenə də düşür Qarabağ iqtisadi rayonuna. bəli, Sonra Xaçın Ağcabədi. çay da həmçinin Ağdamdan keçir, amma Ağdərədən götürək. Ağdərədən keçir, Ağdamdan keçir, Bərdədə sonlanır Xaçın çay. Hə. Yenə də Bərdə düşür Qarabağ iqtisadi rayonuna.
Bəli, müəllimə. Sonra indi keçin Şirvan düzünün çaylarına. Həmçinin də çayları təkrar etmiş oluruq da biz bu testlə. İndi Türyan çayında Bəli, məsələn, müəllimə. müəllimə, Şirvandan Şirvan zonasının çaylarında məsələn Türyan çay. Onun mənsəbi hansı olacaq Türyan çayın? Qəbələdən başlayır, mənsəbi Qəbələ. Ağdaşdır. Ağdaşda qurtarır. Ağdaş. Ağdaşı biz necə tanıyırıq müəllimə? Nəqliyyat qovşağı kimi, Ləkki Nəqliyyat yadda düşdü. qovşağı, Ağdaş, Ləkki, bəli. Bəli. Nəqliyyat Daha qovşağı sonra kimi. Türyan çayın qolları, Türyan çay özü yeraltı sularla qidalansa da onun qolları Dəmiraparan Bulaq Mucuq suları ilə şəlaləsi var. qidalanır. Dəmiraparan çayı Bəli, üzərində Mucuq Bulaq- şəlaləsi var. Mucuq Dəmiraparan şəlaləsi. çay, Tikanlı çay. Qolları yalnız Qəbələdədir. Qolları Bəli. yalnız Qəbələdə. Özü də Dəmiraparan çayı biz demişdik nə ilə qidalanır? Uzlaq suları ilə, qar Buzlarla suları ilə qidalanır. qidalanır. Demək Türyan çayı biz artıq aydınlıq gətirdik ki, Ağdaşda hara düşür? Hansı iqtisadi rayona düşür? Ağdaş. Mərkəzi arana düşür də. Mərkəzi arana düşəcək. Sonra keçir Bəli. Əlican çay. Əslində Əlican çay yuxarıdan birinci o başlayır. Əlican çay, sonra Türyan çay gəlir. Əlican çayın mənsəbi hara olacaq? Hansı rayondur? Əlican Yun çayı- parçaya görə fərqlənir. Nəqliyyat qovşağıdır. Yevlaq Kürün, olacaq da. bəli, Kürün hər Yevlaqdır. iki sahilində yerləşir. Hər iki sahilində yerləşən Yevlaqdır. Bəli, Yevlaxdır. Özü də Mingəçevir su anbarı da yerləşəcək, əhatə edir. Demək, Əlican çayda oldu Yevlax, Türyan çayda oldu Ağdaş. İndi keçək Girdiman çay və Ağsu çay. Onlar axırda gəlir. Oradan Türyan çaydan sonra Göy çay gəlir. Göy çayın mənsəbi hansı olacaq? Göy çayın mənsəbi Kürdəmir idi müəllimə, yoxsa Göy çay mənsəbi. Zərdab olacaq Kürdəmir müəllimə, idi. Zərdab. Göy çayın mənsəbi Zərdabdır. İndi Zərdab düşür mərkəzi arana. Zərdab bəli mərkəzi aranda. Bəli, düşəcək. İndi qaldı Bəli, Girdiman çay, bəlkə də. sonra Ağsu çay. Girdiman çay, Ağsu çay mənsəbi Mollakən neft yatağının olduğu inzibati rayondur. Ümüşlidədir. Molla, o Murad idi müəllimə, Murad demişdi də. Kürdəmir, müəllimə, Hə, Kürdəmir. Kürdəmir olacaq. Kürdəmir həm də deyirik ki, biz Kürün sol sahilində yerləşən rayon hesab olunur. Demək, adlarını çəkdim. Yevlaxın, Ağdaşın, Kürdəmirin, Zərdabın. Hamısı oldu mərkəzi aran iqtisadi rayonunda. Bəli, müəllimə. Bəli. Hamısı. Hə, indi burada da biz Qarabağı deyil də Şirvanı aid etməliyik. Bizdən də oxşar xüsusiyyət istədiyinə görə biz altını da ona görə götürmürük. Aydın oldu? Bəli, müəllimə. Yəni cavablarımız 1, 3, 4 Y variantı olacaq. Aha. 20-ni də izah edin. Yaxşı. Deməli, Yuxarı Qarabağ kanalı və deməli, Baş-Mil Qarabağ kollektorunun hər ikisinin keçdiyi inzibati rayonları müəyyən edin. Deməli, Yuxarı Qarabağ kanalı... İndi Yuxarı mən sizə Qarabağ- bir söz deyirəm, çıxarsınız variantlardan. Yuxarı Qarabağ kanalı həm də Baş-Mil Muğan kollektorunun keçdiyi rayonlar hansılardır? Hər ikisinin yəni eyni. Yevlax, Bərdə, ya da Yevlax. saxlayın müəllimə. Yevlax, Bərdə, Bəli. Ağcabədi, Beyləqan, İmişli rayonlarından keçir. İndi bu rayonlar hansı variantda yoxdursa onları çıxırsınız, yerdə qalanlar cavab olacaq. Ha. Bir daha Deməli, deyirəm, Yevlax, Bərdə, Ağcabədi, Beyləqan, İmişli. Cəmi 5 rayonun adını çəkdim. Ha, Yevlax, deməli, müəllimə C variantını götürürük. Bax, saatını çıxartdınız. Ağcabədi. Düzdür. Saatını çıxırıq. Sonra mən Bəli, Biləsuvarın müəllimə. adını çəkdim. Beyləqanı çıxırıq. Yox, Aha, Beyləqan var. Biləsuvarı- Biləsuvarın adını çəkmədim. Beyni çıxarsınız. Hər ikisinin Aha. deyir keçdiyi. Mənim saydığım Hər o 5 inzibati rayon hər Aha. ikisinin keçdiyidir. Hı. Yəni Çıxdı. dediyim rayonlar ki olmadı, o rayonları çıxırsınız. Dedə Sabirabadın adını çəkdim, Saatlının adını çəkdim. Xeyr. Beyləqan amma adını çəkdim. Demək Saatlı Bəli. Sabirabada görə deni çıxdıq biz. Bərdənin adını çəkdim. Biləsuvarın adını Çəkdiniz, çəkdim, yox. Amma İmişlinin adını çəkdim. Yenə də Biləsuvara görə çıxdım. Amma Biləsuvara Yevlaxdır, görə İmişli, Ağcabədin üçün də adını çəkdim. Bəli, müəllimə. Bunlardan keçir, doğrudur. C variantı olacaq. Oldu müəllimə, sağlaşıram sizlə. Sağ olun. Sağ olun. Sağ olun. Səbinə müəllimə buyursun 21-i izah etsin. Axşamınız xeyir müəllim. Axşamınız xeyir. 21 buyurun. Türyan çayın mənbəyi və mənsəbi arasındakı ərazidə rast gəlinməyən torpaq tipini müəyyən edin. Deməli, Türyan çayın mənbəyi və mənsəbi. Türyan çay Babadağdan başlayan idi. Tufan dağdan başlayan Evet. idi. Tufan dağdan bəli, Qəbələdən. və Kür çayına tökülürdü. Ha, onun hövzəsində hansı torpaq tipləri ola bilər? Yuxarıdan aşağı biz bilirik ki, qonur meşə var, məsəl üçün, qəhvəyi meşə torpaqları meşə. ola bilər. Çəmən meşə töküldüyü Bəli, mənsəbdə ola bilər. Kürdədə axı ona görə. Çəmən meşə torpağı ola bilər. Ee, Çəmən burada meşə qara- torpaqlarına qanı xəritlər qara- zonasında rast gəlinir. Yəni biz dağ çəmən onun mənbəyində dağ çəmən torpağını görə bilərik. Ona görə çəmən meşə, qəhvəyi meşə, qonur meşə, dağ çəmən torpaqlarını silirik. Qara torpaqlara rast gəlmək olmaz Türyan çayda. Qara torpaqlar ümumiyyətlə müəllimə Azərbaycanın hansı inzibati rayonlarında?
müşahidə edilir. Belə yadımda qalıb ki, müəllimə Şamaxı, Gədəbəy bu Bəli. ərazilər. İsmayıllıda, Xocavənddə də var, Kiçik Qafqazda. Xocavənddə də qara torpaqlara biz rast gələ bilərik. 22. 22. Deməli, coğrafi təbəqənin zonalıq qanuna uyğunluğu üçün doğru fikirləri müəyyən edin. Yer kürəsində zonallığın formalaşmasının əsas səbəbi yerin mövcud formasıdır. Kürə forması zonallığın formalaşmasına səbəb ola bilər məncə. Yəni yerin kürə formasında nə deməkdir müəllimə bu cümlə? Yəni yerin kürə formasında olması o günəş şüaları enliklər üzrə müxtəlif bucaqlarla düşür axı. O zaman istilik də qeyri-bərabər paylanır və bu da zonallığın formalaşmasına səbəb olur. Bəli. Ona görə bir doğrudur. Daha sonra yeraltı suların səviyyəsinin kəskin dəyişməsi bu qanuna uyğunluğun formalaşmasının əsas səbəblərindən hesab olunur. Bu coğrafi Axı müəllimə, təbəqənin yeraltı sular zonallığında azonal yeraltı amillərə suya aiddir. Bəli. Bəli. Xarici qüvvələrin təsirindən. Ona görə biz 2-ni götürməliyik. 3-ə baxaq. Respublikamızda zonallığın pozulmasından yaranan landşaftlar mövcud deyil. Mövcuddur. Bəli. Bizdə əgər dağ landşaftı varsa, dağlar da zonallığı pozur. Azonaldır da. Bəli. Ona görə də deyir Bəli. mövcud deyil. Bu da yanlış olar. Mövcuddur. 4-ə baxaq. Mövcuddur. Alt bataqlıqların yaranması zonallıq qanununa tabe deyil. Bu alt bataqlıqlar rütubətdən asılı olaraq Ümumiyyətlə alt yarandığına bataqlıqlar görə müəllimə məncə köhnə çay dərələrində yaranır. Bilirik ki, qurun sularla qidalanır və azonallığa aiddir. Demək, azonallığa aiddirsə, deməli zonallıq qanununa da tabe deyil. Bu ifadə doğrudur. Yəni Bəli. azonallıqdır, zonallıq qanuna tabe deyil. 4-ü doğru götürəcəksiniz. 5-ə baxaq. Qərbi Sibir ovalığının tayqa meşələri zonal qanuna uyğunluq əsasında formalaşmışdır. Aha. Təbii ki, Qərbi tayqa Sibir ovalığı meşələri təbii- olsun. bəli. Burada bitki Orada örtüyü günəş- zonallığa tam tabe olur da. 5-də. Bu Bəli. da doğru olacaq. 6 niyə Daha yanlış sonra olacaq? Artıq sualımızın doğru cavabını görürük. 1, 4, 5 olacaq B variantı. 6 niyə yanlışdır? okean cəryanları zonallığı pozan amillərdən deyil. Soyuq okean cəryanları və yaxud da isti okean cəryanları təsir edir. Ona Təbii görə ki. də yəni bu deyil yox, pozan amillərdəndir olmalıydı. Bəli, okean cəryanları sahil boyu ərazilərin iqlimini dəyişir. İqlimin dəyişirsə zonallığı da pozur deməkdir. Ona görə 6 da yanlış olacaq. 23-ə baxırıq müəllimə. Bəbir populyasiyasının mühafizə edildiyi milli parklar. Bəbir Bu deyərkən biz yəqin ki, dağlıq dağlıq, ərazilərdə yerləşənləri dağlıq götürməliyik. ərazilər. Düzənləri çıxarıq, düzən ərazidə yerləşən milli parkları. Buyurun çıxın müəllimə. Məncə məsələn Ağgöl, Göygöl bunlar düzən ərazilərdir. Ağgölü çıxarıq burdan. B-də nəyi çıxarıq müəllimə? Şirvanı çıxarsınız. D-də Qızılağacı çıxarsınız. Y-də Samur Yalamanı çıxarsınız, Xaçmazda yerləşən. Qalır C, ikisi də dağlıq ərazilərdir. Hirkan, Talış dağları, Zəngəzur da bilirsiniz də milli parkı. 3 dənə inzibati rayona düşür. Şulfadır, Ordubaddır, bir də Şahbuzdur və Zəngəzur milli parkında Şahbuz qoruğu da yerləşir ki, dərman bitkiləri qorunur. Deməli 1, 2, 6. Burada qışı quraq keçən mülayim soyuq iqlim tipi formalaşmışdır. 6-da yox, bir dəqiqə. Orada elə 6-nı çıxsaq, burada Olmadığını deyir. Yəni hansı bəndi doğru deyil. bir dəqiqə. Müəllimə, Burada qışı Şahdağda da, Talış dağlarında da, burada da qışı quraq keçən soyuq var da. Biz dedik axı Talış dağlarında qışı quraq da var, yayı quraq keçən soyuq da var. Ona görə bir doğrudur. Yəni A doğrudur. Bizə doğru olmayanı istəyir. Bəli. Hə. Sonra 1, 2, 5. Mərmər yataqları mövcuddur. Qubada, Daşkəsəndə, bir də ki, Şərurda, yəni bu hissədə də, Şərurda, yəni Günüt Qapıcığa düşür. Qara mərmər var bəli. Naxçıvanda. Hə, bu da doğru olar. Daha sonra- Bəli. 4, 5, 6. Deməli 4, 5, 6. Vulkanogen çökmə suxurlara rast gəlinir. Bəli, gəlinir hər üçündə. Bəli. Vulkanogen çökmə suxurları rast gəlinəcək. Sonra 2, 3, 6. 2, 3, 6. Burada deyir ki, alçaqdağlığın çöl landşaftları yayılmışdır. bəli, Dağlıq Şirvanda da çöl landşaftı var. Burada da çöl landşaftı olacaq. Bir də Talış dağlarında biz dağ meşədən yuxarı dağ çöl landşaftını görə bilərik. Y variantına baxaq.
3, 4, 5. İntensiv parçalanmış arid denudasyon silsilə və trelər geniş yayılmışdır. Bu Arid deməli denudasyon məsələn Naxçıvanda 5-də yox, Şərur Naxçıvanda Ordubadda ola var. bilər. Sonra burada nə əlaqə məsəl üçün orada arid denudasyon olsun? Yəni Kəlbəcər tərəfdə. Ona görə də yanlışdır Y variantı. Bostan Abşeronda ola bilər, Ceyrançöldə ola bilər, Şərur Ordubadda ola bilər. Arid denudasyon da demişdik ki, arid denudasyon olan yerdə bedlet və yarğan qobu şəbəkələri, bir də palçıqlı selləri biz müşahidə edə bilərik. 25-ə baxırıq. Sərhədləri yüksək dağlıq ərazilərdən keçməsinə baxmayaraq avtomobil yolu bir-biri ilə əlaqəsi olan inzibati rayonlar. Deməli, sərhədləri yüksək dağlıq Bunu xəritədə ərazilərdən. görə bilərsiniz müəllimə. Kəlbəcərlə Göygöl arasında dağlıq olsa da avtomobil yolu mövcuddur. Ümumiyyətlə dağlıq ərazilər üçün yəni yeganə nəqliyyat növü də avtomobil nəqliyyatıdır da bilirsiniz. Və Azərbaycanda da Kəlbəcər və Göygöl arasında olacaq bir-birinin əlaqəsi avtomobil yolu ilə. D variantıdır. Oldu müəllimə, sağollaşıram sizlə 26-nı. Buyurun. Hə, yaxşı. Xəritə sxemdə verilmiş A çayının görə bilmirəm. Hə, siz yaxınlaşdırın da ekranı özünüz üçün düzəldin. Dayan, bir dəqiqə. Hə. A çayına aid olmayan əlamətləri müəyyən edin. Xəritə sxemdə. A çayı hansı çaydır müəllimə? Meksika körfəzinə tökülən deltalı çay. Mississippi çayıdır bu. Bəli, Mississippi çayı olacaq. Hə, deyir ki, Bəli. mənbəyini İtaska gölündən götürür. Doğru deyir? Bəli, doğrudur. Mənbəyi İtaska gölündən götürür. Hə, Aytaska da Doğrudur. deyilir, İtaska da deyilir. Bir doğru olacaq. Bizə doğru olmayanı istəyir. Aha. Görürsüz, şərtə həmişə fikir verin, nə istəyir bizdən. Doğru olmayanı istəyirsə Aha. biz biri götürmürük və avtomatik variantlardan biri çıxarıq. Sonra 2-ni oxuyun. Aha. Axdığı ərazilərdə sənaye, kənd təsərrüfatı və məişət əhəmiyyətinə malikdir. Düz deyir bunu da. Bəli, axdığı ərazilərdə kənd Həm də- təsərrüfatı, məişət ümumiyyətlə mühüm əhəmiyyətə malikdir. ABŞ-ın əsas çayı Aha. hesab olunur Mississippi çayı. 2-ni də biz silirik. Aha. Variantlardan da A getdi. Hə, 3-ə baxaq. Hövzəsində tropik siklonlar müşahidə olunur. Bəli, burada tropik siklonlar da Bəli, müşahidə tornado olunur. məsəl üçün. Kuba və Antil Tornado, adalarında da həmçinin müşahidə edilir. 3-ü də çıxırıq variantdan. Artıq variant hazırdır. Mənsəbində estuariya miləcək. Yox, bu delta yaradır. Bəli. Estuariya deyil. 5-ə baxaq. Bu da yanlışı. Yanlışı götürməliyik. Ona görə 4 bizə lazımdır. Dörd. Sonra Aha. Sonra transsərhəd çaydır. Transsərhəd çay deyil. Bir dövlətin ərazisindən keçir bu. Transsərhəd Bu da, yalnız ABŞ-ın ərazisindən keçir. Amma Rio Grande Bəli, çayı da bu da- Meksika körfəzinə tökülür. O ABŞ və Meksika sərhədindən axır. Meksikanın ərazisindən Aha. axır. Bəli. Bu da yanlışdır. Demək 4, 5. Həm mənbəyi, həm də mənsəbi mülayim iqlim qurşağında yerləşir. Yox, mənbəyi Mənbəyi mülayimdir. mülayimdə ola bilər, amma mənsəbi subtropikdə yerləşir. Tropikdə Dəyişkən bu da rütubətli yanlışdır. meşələr təbii zonasında həmçinin. Ona görə 6 da Bəli. yanlış olacaq. Onda 27-yə demək C variantıdır. bəli, 4, C 5, variantıdır. 6. Sonra 27-yə baxaq. urbanizasiya səviyyəsinin daha yüksək olduğu inkişaf etməkdə olan ölkələr. Demək, Qəşəng bu burada sualı təkrar edəcək ölkələri. Aha. Müəllim, A Afrikada variantında urbanizasiya da- səviyyəsinin ən yüksək olduğu ölkələr hansılardır? Urbanizasiya səviyyəsi cardır. Urbanizasiya səviyyəsinin daha Yox, yüksək olduğu. Ən yüksək məsəl üçün Liviyanı misal göstərmək olar. Liviya fərqlənir, Gabon fərqlənir müəllimə Afrikada. Cənubi Amerikada Uruqvay və Argentina daha çox fərqlənəcək, tünd rəngdədir, daha çox. Sonra Yaponiya daha çox Onda fərqlənir. C variantıdır. Hə. Hə. Demək, qalmışıq 27-ci variantda. Yox, variant yox, sualda. Sualda. Demək, Müəllim, burada mən olar sizə Y dedim variantı. ölkələri. Hə. Hə, ölkələri dedim. Bir də Ərəbistan yarımadasında olan ölkələri götürəcəksiniz yüksək, amma Yəməndən başqa. Yəməndən başqa. Yemen. Hindistan da azdır Onda məsəl demək, üçün. Y Cənubi variantı Asiya ola bilər ölkələrində də. müəllimə azdır. Bax bu Aha, ölkələrin demək, müəllimə onda sizə Y dedim. variantı olar burada. Hə, mən nə adlarını çəkdim təbii ki. Afrikada Liviyanın adını çəkdim. Hə. Sonra Uruqvay və Argentinanın adını çəkdim xüsusi. Bir də Ərəb ölkələrini, Yəmən istisna. Düzdür müəllimə? Yəni bunu
öyrənsəniz, qruplaşdırsanız ölkələri artıq variantlarda asan. Məsələn, ada nəyi çıxarsınız ada? Ada, Bəli. siz dediniz ki, Madaqaskarı yuxarıda çıxaram. ünvan səviyyə Madaqaskarı çıxaram. Mən dedim Madaqaskarı. ki, ərəb ölkələri Yəmən istisna. Burada Omanda yaxşı olacaq. Yəni urbanizasiya. Ona görə biz Madaqaskara görə çıxarıq. Sonra burada B-də məsələn Çin, İndoneziyada 50%-dən yuxarı deyil. Amma Braziliyada 80-90% urbanizasiya B-ni çıxarıq. Sonra burada Kipr olmaz. Sonra D-də məsəl üçün Nikaragua olmaz. Misirdə aşağıdır. Misirdə nə olsun? Liviyada yüksəkdir. Misirdə aşağı olacaq. Misirə görə çıxırıq. Sonra 7-də təbii ki, 3-ündə də ən yüksəkdir. 90%-dən olan, yəni çox olan ölkələri deyim müəllimlər sizə. Hansılardır? Demək 90%-dən çox olacaq Gabon, Liviya, Argentina, Uruqvay, Yaponiya, Avropada Belçika, Niderland, bir də İsrail, Ərəb ölkələri, Yəmən istisna. Bunu öyrənsəniz artıq variantlarda bu ölkələri görsəniz seçə bilərsiniz. Digər ölkələrdə ABŞ, Kanadada yaxşıdır məsəl üçün, amma Uruqvay və Argentina kimi deyil də, yəni orada daha yüksəkdir. Hətta biz demişdik ki, Bunların belə Atacağım müəllimə, narahat olmayın. Hətta demişdik ki, Latın Amerikası inkişaf etməkdə olan ölkələr olsa da, Avstraliya inkişaf etmiş olsa da, urbanizasiya səviyyəsi Latın Amerikası Avstraliyanı keçir. Yəni ona baxmır, hökmən inkişaf etmiş ölkə olmalıdır ki, yəni urbanizasiya səviyyəsi yüksək olsun. 27-ni izah etdi. 27-də Y variantı oldu. Sevinç müəllim 28 sizindir. Buyurun. 28-i görə edə bilirəm. Cədvələ əsasən hansı regionun əhalisinin sıxlığının azaldığını müəyyən edin. Nəzərə alın ki, bütün regionlarda təbii artım eynidir. Müəllim, əhalinin sıxlığının az olması, əhalinin sayı gərək az olsun ki, sıxlıq da az olsun, düzdürmü? İndi burada nəyə fikir verməlisiniz? Düzdür. Bunu tapmaqdan ötürü Yəni müəllimə, immiqrantları əhali belə də tapa bilərsiniz. Əhali nədir burada? Saydır. İmmiqrant nədir? Gəlir. Bunu toplayarsınız bu rəqəmin üstünə 96-na gələrsiniz. Emiqrant nədir? Gedir 58-i çıxarsınız. Bu isə gedib gələnlərdir, geri qayıdanlardır. Təzədən yenə 12 üzərinə gələcəksiniz. Baxacaqsınız ki, bu əhalinin öz sayından, yəni artım var yoxsa azalım. 2 milyonun üzərinə 10,9 gəlin. Sizə. Hə. 4-cü variantda orada remigrant var. 8,5 qayıdıbsa, deməli burada уже sıxlıq artmalıdır. Ona görə o 4-cü variantı götürmək doğru olmayacaq. Çünki gedənlər qayıdıb da 8,5. Hə, Gedib, siz şifahi gəlib. baxımından deyirsiniz. Yenə də dəqiq riyazi üsulla bunu yenə də deyirəm. Bunu toplamaqla, yəni çıxmaqla immiqrant, bunlar toplamadır. Bax, bunlar toplamadır, burada çıxmadır. Bu da əhalinin öz sayıdır. Verilən əhalidən əgər çox olursa artır, verilən əhalidən az olursa azaldığını müşahidə edirik biz. Bir dəqiq. Demək 4-də də 2 milyonu keçdiyinə görə artır, 5-də isə 1,8-dən aşağı olduğuna görə 1,7 götürək də milyon. Ona görə 5-də azalır. Doğru cavab B variantı olacaq. Keçək 29-a. 29. Buyurun müəllimə. Sevinç müəllimə. Bəli. Doğru olan fikirləri müəyyən edin. Fransa və İtaliya beynəlxalq turizm üzrə ixtisaslaşmış Avropa ölkələridir. Düzdür bu. Bəli. Həm Fransa, həm də İtaliya Doğrudur. turizm üzrə daha yaxşı inkişaf edir. Sonra Ümumi daxili məhsul və ümumi milli məhsul müəyyən müddət ərzində istehsal edilən məhsul və xidmətlərin pulla ifadə edilən dəyərlərinin cəmidir. Bu da doğru olacaq. Doğrudur. Leasing pul formasında edilən investisiya vasitəsidir. Pul formasında deyil axı leasing. Bəli, texniki avadanlıq formasında olmalıdır. Uzun müddətə verilir, girov tələb olunmur. 3 yanlışdır. 4-ə baxırıq. Yanlışdır. Çinin əsas təsərrüfat subyektləri ölkənin cənub və qərb hissələrində cəmlənmişdir. Çinin cənub hissəsində Şərq tərəfində olar da, düzdür. Qərb hissəsi dağlıqda axı, Tibet tərəf. Çin düzənliyində daha çox inkişaf edir. Bəli, şərq tərəfində olar. Ona görə 4 də yanlışdır. 5. Metallurgiya və toxuculuq sənayesinin köhnə sahələr hesab edilir. Bəli, doğrudur. Düz Metallurgiyada, toxuculuqda köhnədir. 6-ya baxaq. Köhnədir. Norveç və İsveç Şimali Avropa regionunda kənd təsərrüfatının ən yüksək inkişaf etdiyi ölkələrdir. Soyuq yerlərdir. Orada kənd təsərrüfatı
Aha. Düz deyil bu. Düz deyil. Xidmət sahələri ola İki bilər dənə məsəl üçün inkişaf etmiş ölkələrdə, amma kənd təsərrüfatı olmaz axı. 6 da yanlışı. Sualımızın doğru cavabı 1, 2, 5 olacaq A variantı. 30-a Bəli, baxaq. doğru cavab. Bəli. Hə. Bunu da oxudum Leyla Bəli, bəli, müəllimə. sizin də 30. Yaxşı. Xəritə sxem və Euler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Demək, bunlar hansı adalardır? Bu Çili ölkəsidir. Bu Argentinadır. Aa, Birləşdirəndə Cənubi Amerikadır da aşağı hissəsi. Ekvatordan aşağı. Xəritələmədən çıxacaq. Hə. Rəsmi dövlət dili İspan dilidir. Hı. Rəsmi dövlət dili İspan dili, hər ikisində İspan dili deyil. Bəli, İspan. 3-ə gedir. Bu birinci sual 3-ə gedir də Leyla Aha, müəllimə. 3-ə Elə 1 deyil? olacaq sonra. Aha. Federativ inzibati ərazi quruluşuna malik olan ölkədir. Bu Argentinadır. Bəli, Argentina İkiyə federativ olacaq. B olacaq 2. Aha. Sonra Aralıq dəniz iqlim tipində codyarpaqlı həmişəyaşıl meşə və çolluqlar təbii zonası formalaşmışdır. biz Bu da demişdik ki, Çilinin paytaxtı hansı iqlim tipində yerləşir Santiago şəhəri? Aralıq dəniz iqlim tipi. Bəli, Aralıq dənizi iqlim tipində yerləşəcək. Ona görə də biz A-ya aid etməliyik 3-ü. 3-ü birinciyə, hə. Hı Sonra -hı. məhsuldar qırmızı qara torpaqlarında taxılçılıq. Bu Argentinadır. 4 gedir 2-yə, Hı -hı. B-yə. Aha. Qırmızı qara Aladi torpaqlar var da təşkilat. müəllimə Argentinada. Bəli, Taxılçılıq. Aha, 5-ə baxaq. bəli. Aha, Aladi təşkilatına üzv ölkədir. Bunlar ikisi də Aladinin üzvüdür. Bəli, müəllimə, Surinam, Qayana'dan başqa Latın Amerikası, yəni Cənubi Amerika materikində olan bütün ölkələr Aladiyə üzvdür. Aladinin. Hə. Aha. Bir də ki, şora ehtiyatına malikdir. Bu da Çilidir. Bəli, selitra, Altı. Çili fərqlənir. Gübrədir. Şora ehtiyatına görə olacaq 1-ə 3, 6 hardadır? Sonra 2-yə 2, 4, 1-ə də 1 D variantı olacaq. D variantı, bəli. Hı -hı. Budur. Oldu Bir də müəllimə. oxuyum. Elə Artıq tamamlandı Yoxsa- müəllimə. 31 başqa bir müəllim oxuyacaq. Hə, çox sağ ol Leyla. Sağ olun. Oldu, sağ Günay olun. müəllimə oxuya bilər? 31. Bəli, müəllim. Buyurun. C20-yə üzvü olan, inkişaf etməkdə olan ölkələr İndoneziya, Meksika, Hindistan. Elə bunlar olacaq da. Çünki ikincidə Pakistan olmaz. Digərində üçü də inkişaf etmiş ölkədir. Bizdən inkişafda olan ölkə soruşur. Hı -hı. Aşağıda İran var, İranı çıxaram. Bu tərəfdə də Misir var, Misiri çıxaram. Qeyri üzv olan ölkələrin mən indi adını çəkmək istəyirəm. Hansı inkişaf etməkdə olan ölkələr var? Sayıram. Meksika, Braziliya, Argentina. Bu olacaq. Yəni Amerika tərəfdə. Daha sonra Səudiyyə Ərəbistan, Türkiyə. Çin, Hindistan. Cənub-Şərqi Asiyada İndoneziya. Ərəb ölkələrindən Səudiyyə Ərəbistan. Bizim qonşu ölkələrdən Türkiyə, bir də Rusiya. Qeyri üzv olan inkişaf etməkdə olan ölkələrdir. Bəs qeyri üzv olan inkişaf etmiş ölkə bəs hansıdır? Qərb tərəfdə ABŞ, Kanada. Sonra şərq tərəfdə, Şərqi Asiya tərəfdə Yaponiya və Cənubi Koreya. Avropanın ən yaxşı inkişaf etmiş ölkələri İtaliya, Fransa, Böyük Britaniya, Almaniya. Afrikada CAR. Sonra Avstraliya. Bir də Avropa İttifaqı ölkələrini də biz aid edirik. Yəni 19 ümumi dənə olurdu. edirik Bir qeyri. də Avropa İttifaqı dedik. Aha, bunu təkrar etdik və doğru dediniz müəllim 31-i. Keçirik 32-ci suala. Deməli, xəritə sxemə əsasən şəhərləri əhalisinin sayının artmasına görə sıralayın. Burada şəhərləri göstərib. 1-ə Gəncədir. Bəli, bir İkiyə Gəncədir. Xankəndidir. Bəli, 2 Xankəndi Xankəndi şəhəri. olacaq. 3-də Mingəçevirdir. Bəli, 3-də Mingəçevir, Sumqayıtdır. 5-də Şirvandır. Sumqayıt, bir də Şirvan. İndi bu şəhərlərin əhalisi nə qədərdir yazıram. Siz qruplaşdırarsınız orada hansıdır. Gəncədə 330-dur. Xankəndidə 50.000 olacaq. Səndə az olmalı. Hə, Xankəndidə 55. Mingəçevirdə 102.000. 102.000. Sumqayıtda olacaq 426.000. Şirvanda olacaq 85.000 əhali. İndi siz nədir burada? Əhali artma ardıcıllığına görə. Artmaz. Xankəndi, Şirvan. Xankəndi gələcək, sonra Şirvan. Xankəndi neçədir? 2 gələcək. Sonra Şirvan 5 gələcək. 4. Y variantıdır. Y variantı olacaq. Yəni bunları da yadda saxlayarsınız. Məşhur şəhərlərdə nə qədər əhali var, onu bilmək yaxşıdır. Bax belə suallara görə. 33-ə baxaq. Energetika balansında
Külək elektrik stansiyasının, KES-lərin əsas yer tutduğu ölkələri müəyyən edin. Burada Danimarka, Hollandiyadır. Yəni bunu hər dərsdə deyirik də, Təbii yəni ki. Danimarka ilə Hollandiya. Azərbaycanda yaşma case daha doğrusu yaşma case Azərbaycanda gücünə görə fərqlənir. 34-ə baxaq. Cədvələ doğru olmayan fikri müəyyən edin. Deməli, cədvələ baxırıq. Burada yazıb ki, 2019-cu ildə ümumi yük daşımalarda avtomobil nəqliyyatının payı 60%-dən çox olduğu halda 2020-ci ildə bu rəqəm 50%-dən aşağı düşmüşdür. Deməli, baxacağıq ki, burada avtomobil nəqliyyatına, bir də burada faizini tapmalıyıq. Cəmidə çünki deyir 188.629 deyir, elə bil ki, 50%-dən aşağı düşüb. Demək müəllimə, burada verilib nə qədər avtomobil, burada da avtomobil verilib burada 155.318, düzdürmü? Bunu bölməliyik Bəli. nəyə? Ümumi cəmi bütün necə deyirlər nəqliyyat yük daşımalarına bölməliyik. Demək biz 155.318-i 235.288-ə bölsəniz, yuvarlaq bir ədəd alacaqsınız. Bunu mən hesablamışam artıq. Alacaqsınız 0,66 belə, amma bunu faizə çevirəndə təbii ki 66% olacaq da. Demək 2019-da 66%dir. Bəs 2020-də necə olacaq? 2020-də yenə də eyni qayda ilə avtomobilin bu rəqəmini bu rəqəmə böləcəksiniz. Böləcəyik. Yəni 111.518-i bölməlisiniz 188.629-a. Burada yuvarlaq bir ədəd alacaqsınız. Faizi 59, yəni faiz alacaqsınız. 59 nə deməkdir? 50%-dən çox deməkdir də müəllimə. Burada aşağı deyir. Burada deməli, deyir bu ki, nə variant deyir? səhvdir. Hə, Səhvdir. Burada deyir ki 2020-də Səhvdir. 50%-dən aşağı düşmüşdür. Xeyr, 2020-də biz hesabladıq 59 aldıq. Deməli 50%-dən aşağı düşməyib. Elə bizdən yanlışı istədiyinə görə elə A variantı sualda, yəni yanlış variantdır. İndi B-yə baxaq. Nə deyir B-də? Yük daşımada nəzərə çarpacaq dərəcədə tək artım hava nəqliyyatındadır. Bəli, hava nəqliyyatında 458 artıb da 183-dən 458-ə qalxıb. Bəli, bu düzdür. Təbii ki, Nisbətən sabitlik müşahidə edilmişdir. Bu da düzdür. Çünki dənizə baxsaq görərik ki, təxmini eyni rəqəmlərdir də. baxın dənizə baxın, eyni 5.9 rəqəmlərdir. Sabitlik var burada. Çox da fərqlənmir. Düzdür. Hə, Yük çox daşımaların azdır. ümumi həcmi əvvəlki ilə nisbətən azalmışdır. Nə Əvvəlki deyir ilə bura? nisbətən azalıb. Hə. Bəli, yük daşımaların ümumi həcmi azalıb. Düz deyir də. Yük yəni bir daşımalara il bundan baxsanız, ümumi həcmi deyəndə təbii ki, azalmanı görə bilərsiniz. Baxın, artımdır, sonra olub 188.629 azalma müşahidə olunub. D də doğrudur. B də, C də doğrudur. Ona görə götürmürük. Bizə yanlış lazımdır. A-nı da biz götürdük. İndi Y nəyə görə doğrudur? Pandemiya ilə əlaqədar olaraq ölkələrarası quru sərhədlərinin bağlı olması avtomobil nəqliyyatı ilə yük daşımaların həcmini azaltmışdır. Deməli bu da düzdür də. Təbii ki. Avtomobil nəqliyyatına baxanda görürük ki, azalıb. Özə yolun da bağlı Bağlı olması olmasına görə. Elə səbəbi də burada açıq-aydın göstərib. Ona görə də biz bildik ki, Y variantı doğrudur. 35-i izah edin müəllimə. 3-cü və 16-cı saat qurşaqları üçün ümumi fikirləri müəyyən edin. Aha. Çox, elə bil müəllimə çox şey oldu, böyüdü. Hə. Buyurun. Deməli, birinci bunları tapmalıyıq. 3-ü vuracaq 15-ə 45 dərəcəli şərq uzunluğu eləyəcək. 16-da 120 dərəcəli qərb uzunluğu eləyər də. Hə, 45 şərq, buradan aşağıdan yazım. 45 şərq, 120 qərb. Bu meridianlara aid ümumi fikirləri biz tapmalıyıq. Deyir, orta meridianları eyni okeanı kəsir. Bu düz Yox. deyil müəllimə. Orta meridianları Yox, 45 45 şərq, yəni şərqdə. 120 qərbi nəzərdə tutur da. Bu 45 şərqdə 120 qərb hansı okeanda olacaq? Biri 45 şərq təxmini Hinddə İkisi də düşür, şimal belə. buzlu okean ola bilər, çünki bütün meridianlar şimal buzlu Yox, okeanda. yuxarıdan baxanda şimal buzlu deyirik. Bəli, hər ikisi ola bilər də. Şimal buzlu. Hə, Hə, eyni düzdür. Onu götürəcəkdik, hə. Aha. 3 yarımkürədə yerləşir. Elə baxırdıqsa, hə deməli 0-cı, 24-cü, bir də 12-ci meridianlardan başqa hamısı 3-cü yarımkürə, 3 yarımkürədə yerləşir. Onlar ancaq 4 yarımkürədə yerləşir. Bəli, yəni 45 də 120 də, yəni bu 3-cü və 16-cı saat qurşağı da 3 yarımkürədə yerləşirlər. İki də ortaq xüsusiyyətdir. Bütün işıqlanma Bütün qurşağında yerləşir. Hə, bu da var idi. Təbii ki, tropikdə, həm mülayimdə, həm qütbdə yerləşəcəklər bu meridianlar. Keçirlər axı bütün. Yəni sonra cəmi 4 ölkənin ərazisində yerləşir. Siz xəritəyə baxsanız görəcəksiniz ki, 120 dərəcə qərb uzunluğu ABŞ və Kanadanı kəsir.
4 dənə ölkə deyil artıq. Bunu götürməyəcəksiniz. 45 dərəcə şərq uzunluğu Azərbaycandır, Rusiyadır, İrandır, Yəməndir, Səudiyyə Ərəbistandır, yəni Madaqaskardır. Bunlar artıq neçə ölkə dedim? 4 ölkə deyil. Burada deyir cəmi 4 ölkə. Artıq bu da yanlış olacaq. Sonra deyir müəllimə 3 materiki kəsir. Düzdür? Yox. Hə. Məsəl Demək üçün, olmaz. O 120 bu qərbi demir ya. 120 dərəcə qərb hansı materikləri kəsər? Deməli Əgər Amerika ABŞ Kanadanı materikini kəsirsə, kəsər. deməli Şimali Amerikanı kəsər. Bir də Hə, Şimali Antarktida Amerika. materikini kəsər ən aşağıda. Bəli. Demək Sən 2 kəsdin. materik oldu. Demək bu da yanlışdır. İndi gəlin o 45 dərəcə şərq uzunluğu o hansı materikləri kəsir? O ölkələri sadaladım ha. Hansı materiklərdən dedim mən? Avrasiyanı deyil. Hə, Avrasiya Afrika. dedim, Afrika dedim. Təbii ki, ən axırda Afrika. Antarktida materiki də olmalıdır. Antarktida kəsəcək. Bu 3 materiki kəsir ifadəsi 45 şərq uzunluğu üçün doğrudur. Amma 120 dərəcə qərb uzunluğu üçün uyğun deyil deyə biz 5-i də götürmürük. Gündüzün adi növbələşdiyi fərqli coğrafi enliklərdə yerləşən iki məntəqənin hər birində günəş şüalarının il ərzində günorta vaxtı maksimum və minimum düşmə uzaqlarının fərqi 33,5 dərəcədir. Bu məntəqələrin eyni meridian üzərində yerləşdiyini nəzərə alaraq, onlar arasında ən qısa məsafənin bir bölünsün 15 milyon miqyaslı xəttidə neçə santimetr bərabər olduğunu hesablayın. Bu Hı. müəllimə gecə və gündüzün adi növbələşdiyi Demək fərqli müəllimə, gecə və coğrafi gündüzün adi növbələşdiyi deyirsə, demək bu Bu qütb işıqlanma qurşağında ola bilər. Adi növbələşdiyi deyir. bu mülayim işıqlanma qurşağı yəqin ki nəzərdə Yəni tutulur qütb müəllimə. hələ mülayimə deməyək müəllimə. Demək bu qütb işıqlanma qurşağında olsaydı yazılardı ki, adi növbələşmədiyi. Buradan Bəli, adi növbələşdiyi deyirsə, bu artıq qütb işıqlanma qurşağında yerləşməyəcək. İndi qaldı sonra deyir ki, iki məntəqənin hər birində günəş şüalarının il ərzində günorta vaxtı maksimum və minimum, yəni H maksimum, H minimum arasında fərqi 33,5 dərəcədir. Hə. Demək müəllimə, bu məntəqələr hələ ki biz mülayim işıqlanma qurşağında hər hansısa bir məntəqədə günəşin minimum və maksimum düşmə bucaqları fərqi 47 dərəcə edir. Yəni 33,5 dərəcə eləmir. Bu bir qayda kimi. İndi nəyə görə? Demək müəllimə, bu məntəqə artıq tropik işıqlanma qurşağındadır. Nəyə görə mülayim işıqlanma qurşağında deyil? Məsəl üçün, Bu əgər mülayim müəllimə siz tropikdən kənarda bir ərazidəsizsə, məsələn Bakıda deyək, günəş şüalarının Bəli. düşmə bucağı il ərzində bu 47 dərəcə qədər düşə bilir də, dəyişir. 47 dərəcəyə qədər dəyişə bilir. Yəni biz nə düstura nə yazırıq? 90 çıxılsın, mötərizədə enlik plus 23,5, sonra çıxdıq. Yenə yazırıq 90 çıxılsın, enlik minus 23,5. İslah edəndən sonra İxtisar gedəndən sonra yerdə qalır 47 dərəcə. Yəni 7 dərəcə deyil, artıq bunu bildik. İndi gəlin bunu hesablayaq ki, yəni H maksimum çıxılsın H minimum. Normalda bilirsiniz də ekvatora maksimum 90 dərəcə düşür, minimum 66,5 dərəcə düşür, düzdürmü? Ekvatora. Bəli. Bunun ekvatorda olub olmadığını bilmək üçün ekvatorda 90 dərəcədə axı indi H maksimum 90 yazırıq, minimum nə qədərdir? 66,5. 66. Yəni ekvatora. Alırıq 23,5. Yəni ən kiçik fərq, yəni maksimum və minimum düşmə bucaqları arasında ən kiçik fərq hardadır? Ekvatordadır. Yəni 23,5. Amma məsələdə deyir 33,5 demək ekvatordan biraz kənardadır. Artıq 10 dərəcə yaxınlaşırıq. şimal olur. İndi gəlin o həmin 33,5-i də düsturdan tapaq. Yazırıq. H maksimum çıxılsın H minimum bərabərdir 33,5. Bilirik ki, maksimum 90 dərəcədir. Minimumu biz bilmirik. X yazırıq. Yazırıq 33,5. X də bərabərdir. Siz buradan minimum düşmə bucağı 56,5-i tapacaqsınız. Bəli. Düzdürmü? Biz H Bəli, minimumu müəllim. tapdıq ki, yəni ki 56,5-dir. Gəlin yerinə qoyaq düsturda. Düsturda yerinə qoysaq, yəni 50 H minimumda, H minimum, yəni 56,5 bərabərdir 90 çıxılsın enlik plus 23,5, minimum düşmə bucağı da plus olur mötərizədə. Yazırıq yenə 56,5 bərabərdir 90 çıxılsın enlik artıq mənfi, müsbət mənfiyə çevrilir, olur 23,5. Və siz buradan enliyi tapırsınız. 90-dan 23,5-i çıxanda 66,5 edir. 66,5-dən də 56,5-i çıxanda 10 dərəcə tapırsınız. Artıq hazırdır bizim enliyimiz 10 dərəcə tapırsınız. 10 dərəcə. Amma burada deyir müəllimə,
Bu məntəqələr eyni meydan üzərində yerləşir nəzərə alaraq, yəni ki, İndi onlar onu arasında ən qısa məsafə. Demək, ekvatora nəzərən biri onu 10 biraz ay sağ ol, 10 şimal olar, biri 10 cənub olar. Sonra neynərsiniz? Qalanını siz deyin. Hə. bunlar arasında dərəcə fərqini Hə, tapacağıq biri müəllimə. şimaldır, biri cənubdur. Bəli, Neynərsiniz? toplayası yox 20, 20 20-ni eləcə 111-ə doğrudur. Sonra vuracağıq. neynəyəcəksiniz? Məsafəni tapmaq üçün. 111 Meridianda 111 idi, düzdür? 11-ə vuracağıq. Ay Bəli. sağ ol, bəli. Olacaq. O da 20-ni 111-ə vuranda alacaqsınız 2220. 2220. Hə, Bəli, neçə onu da santimetr xəritəni tapmaq böləcəyik. üçün neynirdik? Həqiqi məsafəni miqyasa Böləcəyik. bölürdük. O da 150-yə böləcəyik. 3, Bəli, 2, 150-yə 150-yə. böləcəksiniz. Neçə alacaqsınız? 1,8 14,8 santimetr Hə, alacaqsınız. C variantı. Müəllimə heç izah etmədi, ona görə 37-ni də izah edin. yaxşı Buyurun. müəllim. Hə, mən heç nə demədim. Hə, 37-ni Doğru də izah olmayan edin. fikir müəyyən edin. Oxçu çayı, Astıva çayı, Bərgüşad Bərgüşad. çayı ölkəmizin kənarda, Qoşqar çayı və Parvat çayı isə ölkəmizin dağında çişlənən çaylar hesab olunur. Bu Hə. Oxçu çayı, Bu 3 Astıva dənə çayı çay, Oxçudur, Ağstafa, Bərgüşad. Bunlar Ermənistan ərazisində, ölkə xaricində Ermənistan çirklənmiş bəli. çaylardır. Amma ölkə Hə, daxilində isə Parağaçay və Qoşqar çaydır. bəli, Qoşqar çay bəli. bilirsiniz də Daşkəsənin dəmir filizi Bəli, bəli. tullantıları. Parağaçay Bəli, da müəllim. Mismalibdən Ordubad ərazisi. Ordubadda bəli, müəllim. Bu Bu doğrudur. doğrudur. Bizə doğru olmayan lazımdır. Sonra Atmosferə atılan maddələr arasında kükürt dioksid turşulu yağışlara səbəb olur. bəli, Bu Avropada doğrudur da ən çox müəllim. müşahidə edə bilərik biz turşulu yağışları. 2 də doğrudur. Meşə yanğından zamanı atmosferə atılan tullantı və qazlar külək vurulmaları zamanı havaya qarışan tozlar sosial-iqtisadi sistemin mənbələri hesab olunur. Bu doğrudur da müəllimə. Külək burulğanı olsun, ildırım Hə, külək çaxması olsun, vurulğanı var. meşə Hə, bu yanğınları olsun. Bunlar təbii çirkləndirici olar da. hə, Sosial olmaz axı. sosial-iqtisadi Təbii hə, ehtiyatlar olsa, sosial-iqtisadi faydalı deyil. qazıntılar olsa o zaman sosial Doğru aid deyil. edə bilərsiniz. Hə, mən sosial-iqtisadi nəzərə almamışdım. Hə, Hə, fikir verməmişdim. bəli, axıra qədər cümlədə baxmaq lazımdır. Mən Deyə biraz baxaq. səbirsizəm müəllimə. Cümləni əvvəlini oxuyuram, arxasına Müəllimə, baxıram. burada səbirsiz olun, amma xahiş edirəm imtahanda axıra qədər səbirlə oxuyarsınız. Yaxşı? Mən həmişə bilirəm, sadəcə həmişə səhvlərim elə olur. Əvvəlini oxuyuram, axırda səbrim yox. Əksinə axırdakı o cümlələri 2 dəfə oxumaq lazımdır hətta. Nə istəyir bizdən? Olunur, olunmur, deyil, yoxsa Hə, aiddir? yəni Deyə gərək baxaq. onlarda diqqətli olasan. İri sənaye rayonlarında təbii sərvətlərin hasilatı, kimya, metallurgiya sahələrinin cəmlənməsi gərgin ekoloji şəraitin yaranmasına səbəb olur. Həm bu doğru fikirdir Bəli, müəllimə. doğrudur. Ekoloji şərait, o Siyasət metallurgiya, sistemi. bunlar çirkləndirici axı. Ekoloji təcavüz siyasətdə inkişaf etmiş ölkələr bu sahələri göndərir inkişaf etməkdə olan ölkələrə. Deyə baxaq. Atmosferdə azot oksidi, metan, karbon qazının artması, bəli, bu istixana Bəli, effektinin karbon qazı yaranmasına artarsa səbəb olur. istixana effekt, parnik effekti də deyilir həmçinin. İstixana effekti olacaq. Oldu müəllimə. 38-i kim izah etmək istəyir? Könüllüdür. Doğru fikirləri müəyyən edin. Padar çöl-göylər dəmir yolu xətti Dağlıq Şirvan və Şirvan-Salyan iqtisadi rayonlarını əlaqələndirir. Hansı olacaq? Hansı rayonlar olacaq müəllimə əlaqələndirəcək? Şamaxı və Hacıqabul deyərəmsə, hansı iqtisadi rayonlar olacaq? Dağlıq Şirvan və Şirvan-Salyan. Hə, indi Dağlıq Şirvan və Şirvan-Salyan burada verib. Bəli. Deməli Bu bir doğru doğru fikir. olacaq. Azərbaycan kənd təsərrüfatı məhsullarının həm ixracatçısı, həm idxalçısıdır. Bu da doğrudur. Təbii ki, doğrudur. Elə bunu da doğru götürürük. 1, 2 doğrudur. Aha. Respublikamızın sənaye sahələri arasında karbohidrogen ehtiyatlarına əsaslanan sənaye sahələri daha çox paya malikdir. Bu Yəni nefti karbohidrogen nəzərdə tutur nə da, bu da olur? doğrudur müəllimə. Nefti nəzərdə Burada tutur. karbohidrogen neft. Neft ehtiyatları. Yəni onunla başa bağlıdır, neft ehtiyatları ilə bağlıdır. Ona görə 3 də doğrudur. Təbii ki, D variantını artıq biz işarələdik. İndi 4, 5, 6 niyə yanlışdır, onu izah edin. Deməli, ümumdaxili məhsulun həcmi iqtisadi rayonlar üzrə bərabər yox, qeyri-bərabər Bəli, paylanmışdır. qeyri-bərabər Bu olacaq. 5-ə olmalıdır. baxaq. Respublikamızın bütün iqtisadi rayonlarında əkinçilik həm suvarma, həm də dəmiyə şəraitində həyata keçirilir. Burada bütün iqtisadi rayonlarda Məsələn, Şirvan Salyanda dəmiyə olmaz, Milmuğan iqtisadi rayonunda dəmiyə olmaz, ancaq suvarma olar orada. bəli. Hə, ona görə 5 də yanlışdır. 6-ya baxaq. Son illərdə quşçuluq təsərrüfatı məhsullarına daxili tələbat azaldığı üçün bu sahənin məhsulları xaricə ixrac edilir. Nə əlaqə? Niyə daxili tələbat azalsın? Bu, yəni əksinə daha da bəlkə də artmışdır. Bəli.
Ümumiyyətlə urbanizasiya rayonlarına meyl edir də quşçuluq. 39-u kim Bəli. izah edəcək? Əgər izah edən olmasa, Səbinə müəllimə ilə davam Bəli, edərik. vereyim müəllimə. Buyurun Deyib Sədət müəllimə. müəllimə. Gülnurə müəllimə 40 sizindir. Sədət müəllimə 39, Səbinə müəllimə sağ olun. Hansı iqtisadi Aha. hansı Sağ iqtisadi olun. rayonun xəritə sxemi doğru verilmişdir? Deməli, Quba Xaçmazda müəllimə aşağıda olan o Xızı. Şabrano deyiz. Xızıdır bu. Bu Şxızı. xızı olmaz. Bəli. Sonra Şəkiz Katalada gəlirik. Ən axırıncını səhv verir. O İsmayıllıdır, nədir? İsmayıllı Xəbər. olmaz. İsmayıllı. Qazax Tovuzda isə belə gəlirik. Göygöl. Göygöl Bu yoxdur. bu Göygöl olmaz. Bəli. Çünki 5 dənə Şirvan olmalıdır. Siz Salyanda- saya da bilərsiniz. Onsuz da bilirsiniz də Qazax Tovuzda 5-in 6-yadır. Yəni Beş 6 dənə. şəhərdir. 5 dənə rayon olmalıdır. Sonra Quba Xaçmazda da 5 dənə rayon olmalıdır. Şəki Zaqatalada Beş. 6-nın 6-yadır. Altı. Düzdür? Hə, indi bu da Bəli. nədir? Şirvan Salyandır. Görün düzdür? O 4-ün doğrudur. 5-ə idi. Bəli, o doğrudur. Aha, Bəli, bu bəli. nədir? O isə Lənkərandır. Lənkəranda orada yuxarıda verilməyibdi. Hər şey yaxşıdır. Astaranı burada verməyiblər. Aşağıda. Aşağıda Astara. Görürsünüz, nəsə çatışmır elə bir. Astara Bəli, yoxdur. bəli, hə. Ona görə burada verilənlər 4 dənə iqtisadi rayon yanlışdır. Biri doğrudur ki, o da Şirvan Salyan olacaq. Şirvan Salyan, bəli. Şirvan Salyan da Biləsuvarla yalnız İranla sərhədi mövcuddur. 40-ı izah etsin Sədət müəllimə, sağ olun. Gülnurə müəllimə, buyurun. Qəşəng sual düşdü sizə. Gülnurə Bəli, müəllimə. Türk dövləti. Bəli, müəllim eşidirəm. Hə, buyurun izah edin, sizi dinləyirik. Sərhəd sxemlərdə verilmiş Türk ölkələri üçün ümumi əlaməti müəyyən edin. Müəllim, A ölkəsi Qazaxıstandır. Düzdür. Müəllimə, A ölkəsi olacaq Türkmənistan. Türkmənistan. B ölkəsi olacaq Qırğızistan. Türkmənistan, yada saxlayın formalarını. B ölkəsi olacaq Qırğızistan. İndi A-nı oxuyun müəllimə. Neft və qaz ehtiyatları ilə yaxşı təmin olunmuşdur. Hə, burada nə deyir ki, müəllim? Neft qaz aid ehtiyatı olanları. yaxşı təmin olunub. Hər Bəli. ikisi üçün oxşar olmalıdır. Hər ikisi üçün oxşar, hə. Yox, mən burada Türkmənistan yaxşı təmin olunub, bunu götürmürük onda. Bəli, bəli, variantını. Qırğızistan deyə bilmərik neft qaz. Hə. Sonra Aha. Əhalisinin əksəriyyəti Qıpçaq qoluna mənsubdur. Qırğızlar Qıpçaq bəli, Qazaxıstan, qolundadır. Qırğızistan, Belə götürürük. hə, bunlar Qıpçaqdır, amma Hə. Türkmənistan isə Bəli. Oğuz olar. Oğuzdur. Dəniz səviyyəsindən ən hündür nöqtəsi Azərbaycanın ən hündür nöqtəsindən daha çoxdur. Azərbaycanın ən hündür nöqtəsi Bazardüzü yox. Hə, Ən 4466 hündür metrdir. nöqtəsi Amma məsələn Bazardüzü. Qırğızistanda burada qələbə pikidir. 7436 metr. Yəni bu Qırğızistana aid olar da. Yəni Bu da götürülür. bunu götürmürük. Oxşar xüsusiyyət Bəli. kimi götürməyəcəyik. Götürülür. Yəni hər ikisinə. Götürülür. Hı-hı. Sonra Sahəsinə və əhalisinə görə Mərkəzi Asiyanın ən böyük türk ölkəsi ilə həmsərhəddir. Bu Asiyanın Mərkəzi Asiyanın ən böyük türk dövləti sahəsinə görə Qazaxıstandır, sahəsinə görə. Amma əhalisinə görə bəli. Özbəkistandır. Ən çox. Özbəkistan çoxdur. İndi yəni həm Türkmənistan, həm Qırğızistan, Qazaxıstan və Özbəkistanla sərhəddir hər ikisi. Xeyr müəllim, Qırğızistan sərhəd deyil, Türkmənistan Yada sərhəd. saxlayın müəllimə, hər iki ölkə üçün bu doğrudur. Həm Türkmənistan, həm Qırğızistan, həm Qazaxıstanla, həm də Özbəkistanla sərhəddə yerləşir. Müəllim də ona görə. Mərkəzi Asiyanın iki ən uzun çayı olan Amudərya və Sırdərya çayları ərazisindən keçir. Bu müəllim Amudərya, Sırdərya Tiyanşandan başlayır. Amudərya Pamir dağlarından. Bəli, Amudərya Deyirəm, Pamir bəli. dağlarından başlasa da Türkmənistanın ərazisindən keçir Amudərya. Sırdərya da Qırğızistan ərazisindən keçir. Amma bir şey var ki, Sırdərya Türkmənistandan keçməz. Yəni bu ölkədən keçmir Türkmənistandan. Bu ölkədən Bəli. Amudərya keçər. Sırdərya keçməz Türkmənistandan. Ona görə bu da oxşar xüsusiyyət deyil. Yəni oxşar xüsusiyyət, yəni Özbəkistanla və Qazaxıstanla sərhədə olması istər Deyil. Türkmənistana, istərsə də Qırğızistana aiddir. Ona görə D variantı doğru cavabdır. Oldu müəllimlər, nəhayət qurtardı bu test izahı. Nəsə sualınız varmı? Yoxsa gecəniz xeyrə qalsın dəyərli müəllimlər. Sabah sual cavabda görüşürük. Hazırlaşın. Azərbaycan bölməsi olacaq bu arada ən sevdiyiniz. Ona görə də yaxşı hazırlaşın.